Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün inşallah kimyəvi tarazlıq və ona təsir edən amillər mövzusunu test topsusu üzrə izah edəcəm. Sizdən kiçik bir xahişim var ki, videoya baxmamışdan qabaq abunə olsanız yaxşı olar əzizlər. İndi keçək birinci suala. Birinci sualda deməli, reaksiyanı verib bizə N2O4, NO2 və -2. İndi nədir? Deyir ki, nə etmək lazımdır ki, ümumiyyətlə temperatur və NO2-nin qatını necə dəyişmək lazımdır ki, tarazlıq sağ tərəfə yönəlsin. Bax, mən öz şagirdlərimə bu qayda izah edirəm. Oxun ortasından bir xətt çəkirəm. Bu tərəf bilirəm ki, sol tərəf, bu tərəf də sağ tərəf. Aha. Bu birinci. Əgər sənin sağın mənfidirsə, onda solun nə olmalıdır? Müsbət ki. Bunu da yazsın bu formada. İndi temperaturu birinci yoxlayaq, artıraq görək necə olacaq. Bax, temperaturu mən burada artırsam, temperatur bax artırdım. Hansı qiymət artır temperatur artanda? Müsbət qiymət. Düz deyil. Müsbət hansı qütbə çəkilər? Mənfiyə. Mənfi hansı tərəfdədir? Sağda. Deməli mən burada temperaturu artırsam, tarazı hara gedəcək? Mənfi küyə, yəni sağ tərəfə gedəcək. Deməli burada temperatur artmalıdır. İkincisi, NO2-nin qatını necə dəyişmək lazımdır? NO2-ni mən burada, baxın uşaqlar, NO2 sağda, düz deyil. Biz sağın qatını artıranda tarazı hara gedirdi? Sola tərəf. Bəs solun qatını artıranda sağa tərəf, düz deyil. İndi ikinci qayda odur ki, NO2-nin qatını, yəni sağın qatını azaltsam, tarazlıq yönəlirlə öz tərəfinə, yəni sağ tərəfə yönələcək. Amma solun qatını artırsam, tarazlıq yönələcək sola. Əlavə edəndə əksinə gedir, azaldan da, yəni sistemdən çıxardanda öz tərəfinə gedir əzizlərim. İndi mən burada NO2-nin qatını azaltmalıyam ki, tarazlıq getsin hansı tərəfə? Getsin sağ tərəfə. Doğru cavab olar onda temperatur artsın, NO2-nin qatılığı azalsın. Keçək ikinci suala. İkinci sualda deyir temperatur və təzyiqin artırılması tarazlıq sağa yönəlsin. Aha, bax temperaturu artıranda dedim ki, müsbət qiymət artır, düz deyil. Onda bu müsbət hansı tərəfə gedirdi? Mənfi tərəfə, düz deyil? Yəni mənfi küyə getməlidir bu. Onda mənfi kü, əgər tarazlıq sağa yönəlirsə, onda mənfi kü harda olmalıdır? Sağda. Avtomatik burada A getdi, bir dənə getdi, D variantı getdi. Ondan sonra nədir? Deyir ki, təzyiqin artırılması. Təzyiq artanda, bax, təzyiqi artıranda biz demişdik ki, tarazlıq gedir molu azalan tərəf. Yəni həcmi azalan tərəf əzizlərim. Onda sağda mol daha çox az olmalıdır. İndi B-yə baxaq. B-də bax. Bax, B-də bu tərəfdə 3 mol var. Bu tərəfdə 1 mol. Yəni mən burada təzyiqi artırsam tarazlıq hara gedəcək? Sağa az olan tərəfə, yəni CH-COH-a. Temperatur da dedim artırsam hara gedəcək? -2-yə. Onda doğru cavab elə olar B variantı. Deməli, elə keçək üçüncü suala. Üçüncü sualda deməli nə deyir bizə? Üçüncü sualda deyir tarazı sol tərəfə yönəltmək üçün, yəni tarazı bax bu tərəfə yönəltmək üçün nə etməliyəm əzizlərim? Təzyiqi azaltmaq. Baxın uşaqlar, təzyiqi azaldanda sən birinci mola baxmalısan və aqreqat halına. Biz demişik ki, bərk maddəyə təzyiq təsir etmir. Aydın oldu? Bərk maddəyə təzyiq təsir etmir. Ona görə mən burada bax dəmir bərk haldadır. Burada da dəmir oksid bərk haldadır. Nə edim? Bunları çıxdım. Yerdə nə qaldı? 4 mol suyum qaldı. 4 mol hidrogen, düzdür? İndi mən burada təzyiqi azaltsam, tarazlıq təbii ki, təsir etməyəcək. Demişdik ki, mollar bərabər olduqda tarazlığa təzyiq təsir etmir. İndi solum da 4 mol, sağım da 4 mol. Ona görə burada deməli təzyiq tarazlığa təsir etmir. Baxaq, deyir temperaturu azaltmaq. Bax, mən burada temperaturu azaltsam bu reaksiyada azaltdım, düz deyil. Hansı qiymət alır? Mənfi qiymət. Mənfi hara gedər? Müsbət küyə, düz deyil. Mən burada temperaturu azaltsam, tarazlıq gedəcək mənfi küyə. Ona görə mən bunu da götürə bilmərəm. 3-ə bax, hidrogenin qatını artırsaq, bəli, biz demişik ki, bax, buradan bir dənə ortadan xətt çəkirsən, bu tərəf sol, bu tərəf sağ. Biz demişik ki, sağın qatını artırsan sola gedir, solun qatını artırsan sağa gedir. İndi hidrogen sağdadır, düz deyil. Sən sağın qatılını, yəni hidrogen qatını artırsan, tarazlıq gedəcək sola. Və doğru cavab olar D variantı. D variantı. İndi baxaq 4-cü suala. 4-cü sualda deməli tarazlıq hansı üsulla sağ tərəfə bax. Deyir ki, bu tərəfə yönəlsin. Tarazlıq bu tərəfə yönəlsin. Suyu çıxarsaq, bax su əzim buradadır. Biz dedik ki, bayaq dedim ki, hansı tərəfdən
çıxardırsansa, tarazıq elə o tərəfə yönəlir. İndi mən buradan suyu çıxarsam, tarazıq hara gedəcək? Elə sol tərəfə qalacaq, yəni öz tərəfində qalacaq. Bu lazım deyil mənə. H-brom əlavə etsəm əzizlərim. H-brom hansı tərəfdədir? Sağ tərəfdə. Düzdür? Bax, buradan bölsəm sağ tərəfdədir. İndi mən tarazığı, daha doğrusu H-brom əlavə etsəm, tarazığı hara yönləndirə bilərəm? Sola da, dedim, əksinə. Hansı tərəfə əlavə edirsənsə, əksinə yönələcək. Aha, deməli bu da ola bilməz. Keçək indi 3-ə. Su əlavə etsəm. Bəli, mən burada su görürəm ki, sol tərəfdədir. Mən burada suyu əlavə etsəm, tarazı hara gedəcək? Sağ tərəfə yönələcək. Bir də H-brom çıxarsaq, bəli. Dedik ki, H-bromu, ümumiyyətlə H-brom olmasın, hansı tərəfin qatını azaldırsansa, tarazlıq o tərəfə yönəlir. İndi mən burada H-bromu çıxartsam, bax, buradan çıxartsam, neyəcək? Öz tərəfində qalacaq. Yəni, sağ tərəfə yönələcək gözəl insanlar. İndi 5-ci suala baxaq. 5-ci sualda deməli, reaksiyanı birinci yazaq. C3H8 propan -2. Aha, hansı halda tarazlıq sağ tərəfə yönələr? İndi əzizlərim, bax, bura mənfidirsə, bu tərəf nə olacaq? Müsbət. Yazdım bura müsbət 2. Aha. İndi baxaq temperatur. Mən birinci temperaturu artırım, görüm tarazı hara gedəcək. Temperatur artan dedim ki, müsbət qiymətlər. Müsbət hara gedər? Mənfi qütbə. Düz deyil. İndi mən burada temperaturu artırsam, tarazı hara gedəcək? Sağ tərəfə yönələcək. Deməli, burada temperatur artmalıdır. İkinci, təzyiqə görə necə? Təzyiq deyəndə ümumiyyətlə yadınıza saxlayın ki, həmişə mola baxmalıyıq. Mən görürəm ki, bax, burada 2 moldur. Bu tərəf neçə moldur? 1 mol. Təzyiqi mən artırsam, qaçacaq molu azulan tərəf. Yəni, qaçacaq sol tərəfə. Təzyiqi azaltsam, hara qaçacaq? Molu çoxlan tərəf. Yəni, azaldanda çoxa, çoxaltanda aza qaçır tarazlıq. Onda doğru cavab olar temperaturu artırmaq, təzyiqi azaltmaq. Temperatur artsın, təzyiq azalsın. Hansı variantdadır? D variantı. 5-ci sual olur. D variantı. Baxaq indi 6-cı suala. 6-cı sualda əksini verib. Əzizlərim, baxın. C3 bir dəqiqə. C3 H6 plus hidrogen propan. İndi bu tərəfi verib müsbət ki, bu tərəf müsbətsə, bu tərəfdə bilirəm mənfidir. Aha. İndi mən burada temperaturu artırsam, deyir ki, tarazlıq sağa yönəlsin. Temperatur artırsam, hansı qiymət alır? Müsbət. Müsbət hara gedər? Mənfiyə. Deməli, mən bu reaksiyada temperaturu artırsam, tarazlıq hara gedəcək? Sola. Deməli, lazım deyil bu. Mənə lazımdır sağa getsin. Onda mən burada temperaturu azaltmalıyam ki, azaldanda mənfi qiymət alır. Mənfi hara gedər? Müsbətə. Deməli, mən burada temperaturu azaltsam, tarazlıq gedəcək, deməli, sağ tərəfə. Mənə elə lazımdır, sağ tərəfə yönəlsin. İndi təzyiqə baxaq, təzyiqə. Dedi ki, təzyiq söhbət açıldırsa, təzyiqdən daha doğrusu, söhbət gedir moldan. Yəni, sən birbaşa mola baxmalısın. Bu tərəf 1 moldur, bu tərəf neçə moldur? 2 mol. İndi mən burada sağa yönləndirmək üçün neynəməliyəm? Təzyiqi artırmalıyam ki, təzyiqi artırmalıyam. Tarazı hara getsin? Molu azulan tərəfi. Mol hansı tərəfdədir? Sağda. Deməli, mən burada təzyiqi artırmalıyam. Temperatur azalsın, təzyiq artsın. Hardadır bu? Temperatur azalsın, təzyiq artsın. A variantı. İndi keçək 7-ci suala. 7-ci sualda deməli, hansı reaksiyalarda təzyiqin artırılması tarazlıq sağ tərəfə yönəldər? Sağ tərəfə yönəldər. Birinci reaksiyada ümumiyyətlə təzyiq artdısa uşaqlar, təzyiq artdısa, dedik ki, molu azulan tərəfə gedir az tərəfə, molu azulan tərəfə. Birinci reaksiyada, bax, birinci reaksiyada solda var 4 mol, sağda var 2 mol. Mən burada təzyiqi artırsam, tarazlıq hara gedəcək? Azulan tərəfə, gedəcək 2 tərəfə. Yəni, biri mən götürə bilərəm. İndi B-yə baxaq. B deyirəm, daha doğrusu ikinci. İkinci reaksiyada görürəm ki, bax, solumda 2 moldur, bax, bu tərəfdə 2 moldur, burada da 2 moldur. Dedik ki, mollar bərabər olanda, təzyiq tarazlığa təsir etmir. Deməli, mən 2-ni götürə bilmərəm. 3-ə baxaq. Dedik ki, təzyiq artanda azulan tərəfə gedir, düz deyil. Bax, solda
3 moldur, sağda 2 mol. Mən təzyiqi artırsam, gedəcək sağ tərəfə bu reaksiyada. Onda mən 3-ü götürə bilərəm. 1 3 dedik. 4-də isə əzizlərim, 4-dən necə olur? Burada görürəm kükürt bərk haldadır. Mən bu bərk halın üstünə x çəkdim. Çünki dedik ki, təzyiq bərk maddəyə təsir etmir. Baxıram solumda da 1 mol, sağımda da 1 mol. Təzyiq təsir etməyəcək gözəl insanlar. Doğru cavab olur onda D variantı. D variantı. 8-ci sual. Təzyiqin azaldılması, bax təzyiqin azaldılması tarazlığı sol tərəfə yönəltsin uşaqlar. Təzyiq azalıb sol tərəfə yönəlirsə, deməli sol tərəfdə, bax daha doğrusu bu yerdə çəkək. Sol tərəfdə onda çox da mol. Dedik axı təzyiq azalanda çoxlan tərəfə gedir. Onda sol tərəfdə molumuz çoxdur, düz deyil. Birinci reaksiya bax. Birinci reaksiyada solunda bax burada 4 moldur, burada 2 mol, düz deyil. Mən burada təzyiq azaltsam hara gedəcək? Sola. Deməli 8-ə 1-i götürə bilərəm mən. İkinci reaksiyada bax burada 4 moldur. Burada neçə mol oldu? 2 mol. Mən burada təzyiqi azaltsam, tarazlıq gedəcək bu tərəfə, yəni sağa gedəcək. Mənə lazım deyil. İndi baxaq 3-ə. Bir dəqiqə silək buranı. 3-ə baxaq. 3-də bərk maddə var. 3-nə kres çəkdim. Mənə lazım deyil. Bu tərəfdə 1 mol, bu tərəfdə 1 mol. Təzyiq tarazlığa təsir etmir. Amma 4-ə baxın. 4-də bura 3 moldur. Bu tərəf 2 moldur. Mən təzyiqi burada azalsam dedim çoxlan tərəf gedir. Yəni sola tərəf yönələcək. Doğru cavab olar onda C variantı əzizlərim. İndi keçək 9-cu suala. 9-cu sualda reaksiyanı yazaq. Mənə verib bu tərəfi müsbət ki. Əgər bura müsbətdirsə, bu tərəf nə olacaq? Mənfi. Fisyo. Bax, qayda deyirəmsə, oxun üzərindən bir dənə xətt çəkirik. Bu tərəfi sol yazırıq, bu tərəfi sağ. Rahat görə bilək deyə. İndi deyir, temperatur və təzyiqi necə dəyişmək lazımdır ki, tarazlıq bax sağa getsin. Baxaq. İndi mən burada əgər temperaturu artırsam, əzizlərim, hansı qiymət alır? Müsbət. Müsbət hansı qütbə çəkilər? Dedik ki, mənfi qütbə, yəni sola çəkilər. Düz deyil? Mənə lazım deyil. Deməli, mən burada temperaturu nə etməliyəm? Azaltmalıyam. Azaltsam mənfi qiymət alır. Mənfi hara gedir? Müsbətə. Düz deyil? Onda mən burada temperaturu azaltsam, tarazlığım hara gedəcək? Sağa gedəcək. Sağa gedəcək. Təzyiqə baxaq. Təzyiq söhbət açılsa biz mola baxmalıyıq. Əgər biz sağa göndərmək istəyiriksə tarazlığı sağa bir dənə mollar yazaq bura. Aha. Tarazlığı sağa yönləndirmək istəyirsə, deməli burada təzyiq azalmalıdır, düz deyil? Çünki mən burada təzyiqi azaltsam, dedim ki, hansı tərəfə gedir? Çoxlan tərəfə. Təzyiqi artırsam bəs hara gedir? Az olan tərəfə. İndi bu reaksiyada mən təzyiqi artırsam, hara gedəcək? Az olan tərəfə. İndi hansı tərəfdə az? Bu tərəf 2 moldur. Bu tərəf 3 moldur. Mən burada təzyiqi artırsam, tarazlığım sağa gedəcək. Deməli, temperatur azalsın, təzyiq artsın. Temperatur azalsın, təzyiq artsın. B variantı. Keçək indi 10-cu suala. 10-cu sualda deməli, 10-cu sualda. Bir dəqiqə. Aha. 10-cu sualda deməli, CO2 plus karbon 2 mol CO. İndi əzizlərim, bu tərəf mənfidirsə, bu tərəf nə olacaq? Müsbət. Bunu yazdım. Düz deyil. Temperatur və təzyiqi necə dəyişmək lazımdır ki, tarazlıq sağ tərəfə yönəlsin. İndi mən burada temperaturu artırsam, dedim ki, hansı qiymət alır? Müsbət. Müsbət hara gedir? Mənfi qütbə, düz deyil. Onda mən burada temperaturu artırsam, doğrudan da tarazlığım sağa gedəcək. Temperatur artmalıdır. İndi təzyiqə baxaq. Təzyiq dedik ki, nəyə baxıq təzyiq deyəndə? Mola, düz deyil. İndi mən burada karbonu çıxacam. Nə üçün? Çünki karbon burada bərk haldadır. Təzyiq bərki təsir eləmir. Onda solumda 1 mol maddə qaldı, sağımda 2 mol, düz deyil. İndi mən burada təzyiqi nə etməliyəm? Azaltmalıyam ki, təzyiq azalanda hara gedəcək? Çoxulan tərəfə, düz deyil. Yəni sağa gedəcək. Sağımda çoxdur axı. Deməli mən burada təzyiq azaldım, temperaturu artırım. Temperatur artsın, təzyiq azalsın. Hardadır? D variantı. İndi baxaq 11-ci suala. 11-ci sualda deməli reaksiyanı yazaq. CH4 metan plus su 2 mol H2. İndi bura mənfi 2-dirsə, bu tərəf nə olacaq? Müsbət 2. Bunu bilirəm.
Düz deyil. İndi tarazlıq deyir məhsulun alınması tərəfi. Məhsul hansı tərəfdir? Bax. Məhsul bax, bura sağ tərəfdə məhsul. Sağ, sol. Məhsul sağdır, başlanğıc soldur. Aha. Yəni deyir ki, qısacası tarazlıq sağ tərəfə yönəlsin. İndi təzyiqdir. A variantı deyir təzyiqi artırmaqla. Mən təzyiqi artırsam, əzizlərim, bax burada 3 moldur. Burada neçə moldu? 2 mol. Təzyiqi mən artırsam, dedim molu az olan tərəf gedəcək. Onda gedəcək sola. Mənə lazım deyil. Buna bir dənə minus. İndi 2-yə hidrogen qatılını artırmaqla. Hidrogen hansı tərəfdədir? Sağda. Görürəm ki, sağdadır. Mən sağın qatılını artırsam hara gedər? Sola. Bu da lazım deyil. Buna da bir minus. C variantı temperaturu azaltmaqla. Mən temperaturu azaltsam hansı qiymət alacaq? Mənfi. Mənfi hansı qütbə gedər? Müsbət qütbə. Müsbət hardadır? Solda. Bu da lazım deyil əzizlərim. İndi keçək D variantına. Deməli, karbon qazının qatılını artırmaqla. Bəli. Mən burada karbon qazının qatılını artırsam, bura mən niyə su yazmışam? Bir dəqiqə su. Deməli, karbon qazının qatını artırsam, karbon qazı hardadır? Solda, düz deyil. Solun qatını artırsam, hara gedəcək? Sağa. Mənə elə lazımdır, sağ tərəfə getsin. Doğru cavab olar elə D variantı. Katalizatorda ümumiyyətlə tarazlığa təsir etmir. Keçək 12-ci suala. 12-ci sualda deməli, deyir ki, məhsul alınması istiqamətinə yönəlsin, yəni sağa yönəlsin, sağ tərəfə. İndi bu tərəf mənfidirsə, bu tərəf bilirəm ki, müsbət olacaq. Füsyon. Təzyiqi azaltsam, əzizlərim, nə edəcəm? Bax, təzyiq burada, dedik mola baxırıq. Burada 4 moldur. Burada neçə moldur? 2 mol. Mən burada təzyiqi azaltsam, tarazlıq hara gedəcək? Gedəcək. Deməli, daha doğrusu artırmaq deyil bura. Təzyiqi artırsam, tarazlıq gedəcək sol tərəfə. Mənə lazımdır sağ getsin. Bu götürə bilmərəm. İndi keçək B variantına. Hidrogen qatını artırmaqla. Hidrogen hansı tərəfdədir? Sağda. Əgər sağın qatını artırsam, tarazlıq hara gedər? Sola. Bu lazım deyil. Temperaturu azaltmaqla. Temperaturu azaltsan, hansı qiymət alacaq? Mənfi. Düz deyil. Mənfi hara gedər əzizlərim? Gedər müsbətə tərəf. Bunu da götürə bilmərəm. Müsbət də soldadır. CH4-ün qatını, metanın qatını artırmaq. Bəli, mən burada metanın qatını artırsam, bax, metanın qatını artırsam, metan hansı tərəfdədir? Sol tərəfdə. Solun qatını artırsan, gedəcək sağ tərəfə. Deməli, doğru cavab olar elə D variantı. İndi baxaq 13-cü sual. Deməli, hansı reaksiya təzyiqin artması kimyəvi tarazının yer dəyişməsinə təsir etmir? Biz dedik ki, təzyiq tarazlığa o zaman təsir etmir ki, mollar və yaxud da həcmlər bir-birinə bərabər olsun. İndi A variantında bu sol 3 moldur, sağım 2 mol. Burada təsir eləyəcək. Düz deyil. Baxaq B-yə. Solda 2 moldur, sağda 4 mol. Burada da təsir eləyəcək. C variantında solda 3 mol, sağda 1 mol. Burada da təsir edəcək. D variantında burada 2 moldur, burada da 1 mol. Burada da təsir edəcək. Amma Y-yə baxın. Solda 2 moldur, sağda da 2 mol. Dedik 2 mollar bərabər olanda təzyiq tarazlığa təsir etmir. Doğru cavab olur elə Y variantı. 14-cü sual yenə deyir ki, təzyiqin artması tarazlığa təsir etməsin. Dedik ki, mollar bərabər olsun. Mollar harda bərabərdir? B variantında solunda 2 mol, sağında 2 mol. 15-ci sual. 15-ci sualda bizə deyir ki, tarazı halında düzünə və əksinə gedən reaksiyaların sürətini müqayisə edin əzizlərim. Biz demişdik ki, tarazı halında düzünə və əksinə gedən reaksiyanın sürətini müqayisə edin. Burada doğru cavab olar onda D variantı. Çünki bir-birinə bərabər olar. Əzizlərim, V1 V2-yə bərabər olar. Çünki tarazı haldır. Baxın, qonun qrafini çəkmişəm, bunun dərs izahını vermişəm mən. Düzünə gedən reaksiyanın sürəti bu formadadır. Əksinə gedən reaksiyanın sürəti bu formada. Bax, bu düz xətt var ha. Düz xəttdə tarazlıq halıdır. Çünki tarazlıq halında demişəm ki, V düzünə bərabər olur V əksinə. Aydın oldu, bax, bu V düzünədir, bu V əksinə. Elə bir an gəlir ki, bax, tutaq ki 4-dür, bura 0. Buranı da qoyuram, bax 2. Bax, tarazlıq halında düzünə gedən reaksiyanın sürəti
əksinə gedən reaksiyanın sürətinə bərabər olur. Görürsən, bax, burada 0-dan qalxıb 2-yə, buradan 4-dən düşüb 2-yə. Yəni, elə bir an gəlib ki, düzünə gedən reaksiyanın sürəti, əksinə gedən reaksiyanın sürətinin nə olub? Bərabər olub. Bax, burada tarazlıq haldır. Ona görə, demək, tarazlıq halında düzünə gedən və əksinə gedən reaksiyanın sürəti bir-birinə bərabər olacaq. Doğru cavab olacaq yalnız 2. Deməli, yalnız 2 hardadır? D variantında. Yenə 16-da. Deyir, tarazlıq halında, bax, tarazlıq halında düzünə və əksinə gedən reaksiya dedik ki, bir-birinə bərabər olur sürətlər. Onda doğru cavab olar C variantı. Yalnız 1. 17-ci sual. 17-ci sualda hansı maddənin qatılığını artırsaq tarazlıq sağ tərəfə gedər? Bax, SO2 plus oksigen. Alındı kükürt 6 oksid. Bax, bu tərəf belə çəkdik. Bu tərəfin sol, bu tərəfin sağ tərəf. Düz deyil. İndi hansı maddənin qatını artırsaq sağa yönələr. Biz dedik ki, əzizlərim, solun qatını artırsaq sağa yönəlir. Sağın qatını artırsaq sola yönələr. Deməli, mən sol tərəfin maddələrinin qatını artırmalıyam. Yəni, mən burada SO2-nin qatını artırsam, hara yönələcək? Sağa. Çünki soldadaq SO2. Düz deyil. Və yaxud oksigenin qatını artırsam, oksigen də soldadır, görürük. Soldadır. Solun qatını artırsam, dedim ki, hara gedir? Sağa. SO3-ün mən qatını artırsam, sola gedər. Bu səhvdir. Burada NO-da əzizlərim, katalizator kimdir? Yəni, bu qatılığa dedik ki, ümumiyyətlə tarazlığa təsiri yoxdur katalizatorun. Doğru cavablar 1 və 2. B variantı. 18-ci sual. 18-ci sualda görürəm ki, bax, bu düstur əsasını görürəm ki, məhsulun tarazlıq qatılıq hasili bölünsün nəyə? Başlanğıc maddələrin tarazlıq qatılıq hasili. Bu nəyi verirdi bizə? KT-ni, yəni tarazlıq sabitini. Doğru cavablar Y variantı. 19-cu sual. 19-cu sualda reaksiyanı verib, deyir ki, birləşmə reaksiyasının sürətdən zamandan asılılıq qrafikini göstərin. Uşaqlar, ümumiyyətlə, bax, birləşmə reaksiyasının sxemi olur, bax, burada 1. 3 hissə olur parçalanma. Baxın, buna diqqət yetirin. Yuxarıdan aşağıdan qalxan parçalanma, yuxarıdan, yəni ümumiyyətlə V düzünə olur birləşmə, V əksinə olur parçalanma. Doğru cavab olar burada C variantı. 20-ci sual. İndi burada parçalanmanı soruşsa, bu da 0-dan qalxan əzizlərim. Baxın, 3-dür. Doğru cavab olar yalnız 3. 20 Y variantı. 21-ci sual maraqlı sualdır. Deyir, tarazlığı sola yönəltmək üçün hansı maddə əlavə olunmalıdır? Düz deyil. İndi bax, sola. Qoy reaksiyanı yazaq birinci. Deməli, reaksiyada bu tərəf sol. Düz deyil. Bu tərəf soldur. Qoy sağı da yazaq. İndi alınır. Aha. Bu tərəfdə nədir? Sağ. Sol, sağ. İndi tarazlığı sola yönəltmək üçün, orada mən sağın qatılığını əlavə eləməliyəm də, düzdür? Yəni sağa maddə əlavə eləməliyəm. İndi baxaq, A variantında C2H5OH. C2H5OH sol tərəfdədir. Mən solu dedim artırsam, hara gedəcək? Sağa. Amma B-yə baxın, B verib su. Mən deməli, su əlavə etsəm, su sağ tərəfdədir. Yəni sağın qatılığı artacaq. Qatılıq artırsa sağ tərəfdə, tarazlıq gedəcək sola. Yəni, mən burada suyun qatılığını artırmalıyam ki, geçsin hara? Sol tərəfə. Doğru cavab olar B variantı. 22-ci sual yenə bunun əksini verib. Tarazlığı sağa göndərmək üçün mən bax, bu var, bax, buranı. Buranın qatılığını artırmalıyam, bax, bunu. Sağa yönləndirmək üçün. Yəni, solun qatılığını artırmalıyam. İndi ya etil spirtini artırmalıyam, ya da qarışqa turşusunun. İndi burada etil spirti verib. Doğru cavab olar A variantı əzizlərim. Keçək 23-cü suala. Hansı reaksiyada təzyiqin dəyişməsi kimyəvi tarazının yerdəyişməsinə təsir edir? Təsir edirsə, mollar müxtəlif olmalıdır. İndi elə doğru cavab burada, elə A variantı olar. Təsir etməsi üçün, bax, sol tərəf 4 moldur, bu tərəf 2 moldur. Təsir eləyəcək də. B-yə bax, B-də sağ tərəf 2 moldur, sol tərəf 2 moldur. Düz deyil. C-də sol tərəf 2 mol, sağ tərəf 2 mol. D variantında əzizlərim, bəlkə çıxırıq, təzyiq təsirlənmir. Bura 1 mol, yəni solun 1 mol, sağın da 1 mol. Burada da karbon çıxıran bərk haldadır. Burada 1 mol, burada 1 mol.
Doğru cavab nə olur? Elə A variantı ki, çünki burada mollar müxtəlif, yəni həcmlər müxtəlif olmalıdır ki, tarazlıq təsir eləsin. Ümumiyyətlə təzyiq tarazlığa təsir etsin. 24-cü sual. Hansı reaksiyada təzyiqin azaldılması nəticəsində tarazlıq başlanğıc maddə, bax başlanğıc maddədir. Yəni sol tərəfə yönəlsin. Başlanğıc. Bax başlanğıc sol tərəfdir. İndi sola yönəlsin. İndi deyir ki, təzyiq azalsın, başlanğıc sola yönəlsin. O vaxt yönələr ki, sola, təzyiq azalıb axı. Təzyiq azalan dedik, çoxlan tərəfə gedir də, molu çoxlan tərəfə gedir. Onda solda mol çox olsun, düz deyil. İndi baxaq A-ya, əzizlərim. A-da mən karbonu çıxacam, təzyiq təsir eləmir bəlkə. Solda neçə maddə var? 1 mol maddənin, sağında 2 mol. Burada təzyiqi azaltsan, tarazlıq qaçacaq sağa. Bax, bu tərəf qaçıq 2 mol tərəfə lazım deyil mənə. İndi keçək B-yə. B-də ümumiyyətlə təsirləmir, çünki burada 2 moldur solun, sağın da 2 moldur. C-yə baxaq. C də təsirləmir, çünki solun da 2 mol, sağında 2 mol. D variantına bax. D variantında deməli solun neçə moldur? 2 mol. Sağın neçə moldur? 4 mol. Mən burada təzyiq artırsam hara gedəcək? Sağ tərəfə, yəni çoxlan tərəfə də. Amma Y-yə bax. Y-də solunda, bax solunda 3 mol var, sağında 2 mol. Təzyiqi azaltsan dedim çoxlan tərəfə gedir. Çoxlan da sol tərəfdədir. Doğru cavab olar elə Y variantı. Y variantı. Baxaq 25-ci suala. Deyir ki, SO2-nun alınması istiqamətinə yönəlsin. Düz deyil. Bir dənə reaksiya yazaq bu formada. SO3. İndi bura müsbət gücsə, bu tərəf mənfi güc. Bunu 100% yazmalısan. İndi SO3 tərəfə yönəltmək üçün, yəni qısacası deyir, sağ tərəfə getsin. Sağ. Burada sol. Aha. Təzyiqi azaltsam, bax, təzyiqi mollarında yazın bura. Bax, təzyiq dedik ki, mola baxmalısan. Bu tərəfdə 3 moldur, bu tərəfdə 2 mol. Mən burada təzyiqi azaltsam dedim, hara gedir? Çox olan tərəfə, düz deyil, çoxlan tərəfə. Yəni mən burada təzyiq azaltsam, gedəcək 3 tərəfə. Molu çoxlan tərəfə. Lazım deyil mənə. Mənə lazımdır sağa getsin. Temperaturu azaltmaq, bəli, temperatur mən burada azaltsam, hansı qiymət alacaq? Mənfi qiymət. Mənfi hansı qütbə çəkilər? Müsbət qütbə. Düz deyil. Onda gedəcək 2. Katalizator tətbiq etməklə ümumiyyətlə dedim ki, katalizator tarazlığa təsir etmir. Yalnız sürətə təsir edir, əzizlərim. 26-cı sual. 26-cı sualda yenə eyni qayda. Əgər bu tərəf müsbətdirsə, bu tərəf olacaq mənfi 2. İndi təzyiq azaltmaqla. Təzyiqi mən azaltsam, dedim hansı tərəfə gedəcək? Çox olan tərəfə. Çoxlan hansı tərəfdir? Bax, bura 4 moldur, bura 2 mol. Bu tərəfdə çoxda, düz deyil. Mən təzyiq azaltsam, tarazlıq gedəcək sol tərəfə. Mənə lazım deyil. Katalizator tətbiq etmək, bu da lazım deyil. Dedik ki, təsir etmir. Amma temperaturu azaltsam, hansı qiymət alacaq? Mənfi qiymət, düz deyil. Bax, mənfi qiymət. Mənfi hara gedər? Müsbət Q ilə. Doğru cavab olur onda. Yalnız 3. A variantı. Baxaq 27-ci suala. 27-ci sualda hansı halda tarazlıq sağ tərəfə yönələr? Qoy reaksiyanı yazaq. Deməli 5 mol oksigen, 4 mol NO, 6 mol su. İndi bu tərəfi verib müsbət Q. Əgər bura müsbətsə, bura nə olacaq? Bura deməli mənfi Q. Bunu bilirəm. İndi azot monoksid NO-dur da. Azot monoksidi çıxartsam, əzizlərim. Bax, çıxartsın. Bax, bu tərəf sağda, düz deyil, sağ. Mən NO-nu çıxartsam buradan, NO hansı tərəfdə sağda, hansı tərəfin qatını azaldırsansa, o tərəfə yönəlir. Yəni, mən burada NO-nu çıxartsam, tarazlıq hara gedəcək? Elə NO tərəfə gedəcək. Yəni, sağ tərəfə gedəcək. Elə doğru cavab olur A variantı. İndi B-yə baxaq. Azot monoksid əlavə etsəm, xeyr, mən burada NO-nu əlavə etsəm, hansı tərəfə artırsam, əksinə gedir. Gedəcək sola. Lazım deyil. Deməli, su əlavə etsəm, yenə su əlavə etsəm, su sağdadır. Mən sağı artırsam, sola gedəcək. Təzyiqi artırsam, bura, bax, bura 9 moldur. Bura neçə moldur? 10 mol. Olmalı. Mən burada təzyiqi artırsam, hara gedəcək? Arzulan tərəfə 9-a. Temperaturu artırsam, müsbət qiymət alır. Müsbət hara gedər? Mənfiyə, yəni gedər sola. Mənə lazımdır sağa getsin. Onda mən burada NO-nu çıxartmalıyam. Doğru cavab olur A variantı. Keçək indi
28-ci sual. Deməli, hansı halda sol tərəfi, bax bu tərəfə yönəlsin? Təzyiqi təzyiqi azaltsaq. Görürəm, bax burada 9 moldur, burada 10 moldur. Mən təzyiqi azaltsam hara gedəcək əzizlərim? Bax bu tərəfə də düz deyil. 10 tərəfə, yəni 10 mol tərəfə. B variantı, azot monoksidi çıxartsam, bayaq dedik ki, NO-nu çıxartsam, NO sağdadır, axı tarazlıq sağ tərəf yönələcək. C variantı, suyu çıxartsam, yenə həmçinin mən burada suyu da çıxartsam, məsələn, su da sağda, düz deyil. Sağın çıxardıramsa elə sağ tərəfdə qalır tarazlıq. D variantı, azot monoksid əlavə etsəm, bəli, mən burada NO-nun qatını artırsam, NO sağdadır. Sağı artırsam, sola gedəcək. Bax, bu tərəf sol, bu tərəf sağ. Düz deyil, mən burada NO-nu artırsam, dedim, hara gedəcək? Tarazlıq gedəcək sol tərəfə. Doğru cavab olar onda D variantı. 29-cu sual. 29-cu sual nədir bizə? Deməli, doğru ifadəni soruşur. Sulfat turşusunun alınması mərhələsindən biridir. Təbii ki, doğrudur əzizim. Sulfat turşusu ilə bu mərhələdə alınır. SO2 üstə oksigen SO3, onun üzərinə su əlavə edilir. SO3-ün alınır sulfat turşusunun mərhələli alınmasıdır. Bu razıyam bundan. Katalitik reaksiyadır. Əgər əzizlərim katalizator iştirak edirsə, bu katalitik reaksiya olur, düzdür. Temperatur artırsaq tarazlıq məhsul yəni sağ tərəf yönələrdir. Temperatur mən artırırım, görün baxım. Temperatur artsın. Artanda müsbət qiymət alır. Müsbət hara gedər? Mənfi qütbə, düz deyil. Amma solun nədir? Müsbət. Bura mənfi yazaq. Onda mən burada temperaturu artırsam sola gedir, sağa yox. Yəni başlanğıc maddə tərəfə gedər. Doğru cavab olar C variantı. Baxaq 30-cu sual. 30-cu sualda ilə eyni tipli sualdır. Sulfat turşusunun alınması mərhələsindən biri də doğrudur. 2-dədir katalitik reaksiya deyil, bu səhvdir. Çünki katalizator iştirak edirsə, deyək ki, katalitik reaksiya demək olar. Temperaturu artırsaq tarazlıq sola gedər. Təbii ki, bu tərəf müsbətsə, bu tərəf nə olacaq? Mənfi. Temperatur dedim artanda müsbət qiymət alır. Müsbət hansı qütbə çəkilər? Mənfi. Yəni mənfi Q tərəfə gedər. Yəni sola gedər. Bu da doğrudur. 1 və 3. Doğru cavab olar D variantı. İndi baxaq 31-ci suala. Hansı reaksiyada təzyiqin artması tarazlıq sağa yönəlsin? Bax, deyir təzyiq artsın, tarazlıq sağa yönəlsin. Düz deyil. Bu o deməkdir ki, sağın molu az olsun. Çünki təzyiq artanda az olan tərəfə getmir. Yəni sağda mol az olsun. Baxaq. İndi mən birinci reaksiyada karbon çıxacam. Nə üçün çıxdım? Çünki əzizlərim karbon bərkitmə təzyiq təsir eləmir. İndi burada 1 mol var. Burada sağda 2 mol var. Düzdür? 1 mol, 2 mol. Mən burada təzyiq artsam tarazlıq hara gedəcək? Sola. Mənə lazım deyil. İndi keçim 2-yə. 2-də ümumiyyətlə təsirləmir. Nə üçün? Çünki bax, bura 2 moldur, burada 2 moldur. Soldan sağ bir-birinə bərabərdir, təsirləmir. Amma 3-ə baxaq. 3-də sol tərəfində 4 mol maddə var. Sağında 2 mol maddə var. Mən təzyiqi artırsam, molu az olan tərəf, yəni 2 tərəfə gedəcək. Yəni sağa yönələcək. Doğru cavab olar. Yalnız 3 hardadır? D variantı. 32-ci sual. Baxın uşaqlar, 32-ci sual deyir, porsiyanı birinci vəziyyətdən ikinci vəziyyətə gətirək və tarazlıq hara getsin? Məhsul tərəf, yəni daha doğrusu başlanğıc maddələrə yönəlsin. Yəni sol tərəf yönəlsin. Başlanğıc hansı tərəfdə olur? Solda, düz deyil. İndi mən şəkildə nəyi müşahidə edirəm? Görürəm ki, burada əvvəl sıxılıb, görürsən, bax sıxıblar porsiyanla. Sonra nə ediblər? Porsiyanı buraxıblar. Yəni burada təzyiq nə ediblər? Azaldıblar. Bax burada təzyiq nə edib? Azalıb. Onda təzyiq azalıbsa, hansı tərəfə gedir? Deməli, çoxlan tərəfə, düz deyil. Molu çoxlan tərəf. İndi baxaq. A variantda mən karbon çıxıram bərk haldadır, düz deyil. Solunda, bax, bu tərəf 1 mol, bu tərəf 2 mol. Mən burada təzyiqi azaltmışam, bax, təzyiqi azaltmışamsa, molu çoxlan tərəfə gedər 2 mol tərəfə. Mənə lazım deyil. B-də, ümumiyyətlə B-də təsirləmir, çünki dedik ki, mollar bərabərdir. Təzyiq təsir eləmir. C variantı. C variantına bax, solunda CO plus oksigen. Düz deyil. Burada neçə mol oldu? 3 mol. Burada neçə mol oldu?
2 mol. Mən burada təzyiqi azaltsam dedim, hara gedəcək? Çoxlan tərəf, yəni 3 tərəfə. Mənə lazımdır başlanğıc maddə getsin, yəni sol tərəf getsin. Doğru cavab olar C variantı. 33. Hansı hallarda təzyiqin azaldılması, bir dəqiqə. Təzyiqin azaldılması, təzyiqi azaltdıq. Tarazıq məhsul tərəfi, yəni sağa getsin. Onda sağımda mol nə etməlidir? Çox olmalıdır. Baxaq. Birdə görürəm ki, solum 4, sağım 2. Sağımda azdır, mənə lazım çox olsun. Bu getdi. İndi ikinci reaksiyada bax, solunda 2 mol maddə, sağında 4 mol maddə. Bəli, mən bunu götürə bilərəm dedim. Sağda mol neynəsin? Çoxalsın. Deməli, üçüncü reaksiya bərk getdi. Yerdə 1 mol hidrogen, 1 mol sulfit qalır. Yəni mollar bərabərdir. Təzyiq təsirlənmir. Başqa nə qaldı? Dördüncü reaksiya. Dördüncü reaksiyada əzizlərim, baxaq. Dördüncü reaksiyada. Bu tərəfdə 3 moldur. Burada 2 mol. Mən burada təzyiqi azaltsam, tarazıq hara gedəcək? Gedəcək 3 tərəfə, yəni sola. Doğru cavab olar onda yalnız B. Yəni yalnız 2. Deməli, baxaq 34-cü sual. 34-cü. Hansı reaksiyalarda təzyiqin azaldılması, tarazı, bax, təzyiqi azaltdım. Təzyiq azalırsa, hara gedəcək? Çoxlan tərəfə. Deyir ki, təzyiq azalsın, tarazıq məhsul tərəfi getsin, yəni sağa. Deməli, sağımda mol çox olmalıdır, əzizlərim. Birinci reaksiyada, bax, bu getdi, niyə? Bərk haldadır, təzyiq təsirləmir. Bu da getdi, bərk haldadır. Solunda 4 mol, sağında 4 mol. Burada təsir etmir. Buna bir dənə X. Ondan sonra 2-yə baxaq. 2-də əzizlərim, bu tərəf bərk maddə, bu tərəfi çıxdın, düz deyil. Solunda heç mol yoxdur, sağında 1 mol maddə. Yəni sağın molu çoxdur, düz deyil. Onda belə deyək, burada nə isə səhv getmədi. Təzyiqin tarazıq məhsul tərəfi getsin, yəni çoxlan tərəfi getsin. 34. Elə burada cavab ola A var, yəni çünki sağda 1 moldur axı, bəli. Burada yalnız 2-ni götürə bilərəm. İndi 3-ə baxım. 3-də solunda 5 mol maddə, sağında nə var? 4 mol maddə. Mən burada təzyiqi azaltsam hara gedəcək? 5-ə tərəf, yəni sola gedəcək. Və doğru cavab olar burada B variantı. Deməli, baxaq 35-ci sual. Hansı hallarda təzyiqin artırılması tarazığı məhsul tərəfə, yəni sağa yönəlsin. Təzyiq artsın. Təzyiq artdısa, hara gedəcək? Azulan tərəfə, yəni mol azalsın. Deyir ki, məhsul tərəfə yönəlsin, yəni sağa. Onda mənim sağımda mol azalmalıdır. İndi, birinci reaksiyada ümumiyyətlə yoxdur. Çünki dedik ki, bərk maddələr təsir eləmir. Solunda 3 mol, sağında 3 mol təzyiq təsir eləməyəcək. Düz deyil. İndi ikinci reaksiyada, bax, solunda neçə moldur? 4 mol, sağında 2 mol. Bəli, mən burada təzyiqi artırsam, gedəcək sağa. Niyə? Çünki azulan tərəfdə sağ. Düz deyil. Deməli, mən 2-ni götürə bilərəm. Deməli, üçüncü, solunda var 5 mol maddə, sağında var 4 mol maddə. Bəli, mən burada da təzyiq artırsam, molu azulan tərəfə gedəcək. Yəni 4 tərəfə gedəcək. Doğru cavab olur 2 və 3. Hardadır? C variantında. Baxaq 36-cı suala. 36-da reaksiyaya daxil olan və alınan maddələrin qatılıqlarının zamanından asılı qrafikinə əsasən hansı ifadələr doğrudur? Baxaq əzizlərim. Deməli, deyir ki, dönən reaksiyadır. Səhvdir. Biz demişik ki, əzizlərim, bunu nəzəri canlı vermişəm. Əgər ki, qrafik sıfıra toxunursa, bu o deməkdir ki, tam sərf olunub da başlanğıc maddə. Bu artıq ümumiyyətlə axıra qədər reaksiya gedirsə, bu dönməyən reaksiya olur. Aydın oldu. Onda bu ifadə səhv ifadədir. Reaksiya axıra qədər gedib tamamilə doğru. Çünki sıfıra düşüb axı burada. Görürəm ki, sıfıra düşüb. Sıfır xəttinə toxunub. Deməli, mən 2-ni götürə bilərəm. Tabir anında reaksiyanın sürəti sıfırdır. Bəli, doğrudur bu da. 2-3 görsəm sıfıra inib. Doğru cavab olur B variantı. 37. Parçalanma reaksiyasının sürətinin zamandan asılı qrafikinə əsasən nə doğrudur? Baxaq. Reaksiya axıra qədər gedib doğrudur əzizlərim. Çünki görürəm ki, bax, sıfır xəttinə toxunub. Düz deyil, bax, burada sıfır xəttinə toxunub. Yəni axıra qədər gedib. Bunu götürə bilərəm.
Dönən reaksiyadır. Dedik ki, axıra qədər reaksiya gedirsə, bu dönməyən reaksiyadır. Dönməyən reaksiyadır. Bunu götürə bilmərəm. 3. İlkin maddədə tabir anında tam sərf olunub. Düzdür. İlkin maddə tam sərf olunub tabir anında. Görürəm ki, sıfıra düşüb. Doğru cavab bu. 1 və 3. Y variantı. 38-ci sual. Reaksiyaya daxil olan və alınan maddələrin qatıqlarının zamanının asılılıq qrafikinə əsasən hansı ifadə doğrudur əzizlərim? Baxaq. Nədir bizə? Reaksiya axıra qədər gedir. Bu səhvdə axı görürəm ki, bax, axıra qədər getmir, bax, harda dayanıb? Dayanıb da bir müəyyən bir miqdarda dayanıb. Düz deyil? Bu axıra qədər getməsi bax bu qrafikdə olduğu kimi sıfıra düşməlidir. Deməli bu səhvdir. Dönər reaksiyadır. Bəli, axıra qədər sərf olunmayıbsa, reaksiya dönər reaksiya olar. Bu görürəm ki, toxunmayıb. Yəni dönər reaksiyadır, doğrudur. 2-ni mən götürə bilərəm. Daha sonra tabir anından etibarən düzünə və əksinə gedən reaksiya sürətləri bərabərləşir. Görürəm ki, əzələn bax, neyini? Bax, tarazlaşıb da burada, düz deyil. Yəni bərabərləşib bir-birinə. Bu da doğrudur. Onda 2, 3 doğru cavab hardadır? B variantında. Aha, indi baxırıq 39-cu sual. 39-da deməli 39-da reaksiyanı verib, deyir ki, dönən reaksiyaya aid qrafikin düzgün izahını müəyyən edin. Bax, deyir ki, iki xətti kimyəvi tarazlıq halındadır. Bayaq dedim ki, bəli, bax, bura var, ha, bura tarazlıq halıdır. Düzünə gedən reaksiyanın sürəti əksinə gedən reaksiyanın sürətinə bərabər olduğu hal tarazlıq halıdır. Düz deyil? İndi 2. Deyir, bir əyrisi parçalanma reaksiyasının sürət belə deyək, qrafikdir. Səhvdə axı dedim ki, bayaq dedim ki, bu birləşmə reaksiyasına aiddir. Parçalanma hansına aiddir? Bax, 3-ə. Aydın oldu. İndi burada nədir? Deyir, 3-ün əyrisi parçalanma reaksiyasıdır. Düzdür. 3-ün əyrisi dedik ki, bu tərəf parçalanma olur. Doğru cavab olur 1 və 3. 1, 3 hardadır burada? Y variantı. 40-cı sual. Yenə reaksiyanı verib, düzgün izahı soruşur, əzizlərim. Deməli, iki xətti kimyəvi tarazlıq halında dedik, bəli, iki xətti kimyəvi tarazlıqdır. Bir əyrisi birləşmədir. Bunu da dedik ki, bir əyrisi birləşmədir. 3 əyrisi birləşmədir. Bu səhv dedik ki, parçalanmadır. Ona doğru cavab olur 1 və 2. C variantı. 41. Hansı halda tarazın yeri dəyişməsi doğru izah edilir? Temperatur artdıqda, bax, temperatur artdıqda, bir dəqiqə. Temperatur artdıqda hansı qiymət alır? Müsbət qiymət. Müsbət hara gedər? Mənfiyə. İndi burada nədir? Deyir, temperatur artanda eksotermik reaksiya istiqamətinə yönəlir. Səhvdə axı dedim ki, endotermikə yönəlir. Yəni mənfi küyə yönəlir temperatur artanda. Bu səhvdir. İndi ikincində deyir, temperatur artanda dedik ki, hara gedir? Müsbətə. Düz deyil. Daha doğrusu müsbət qiymət alır, mənfi küyə tərəf gedir. İndi burada deyir ki, temperatur artanda tarazlıq endotermik reaksiya istiqamətinə yönəlir. Düzdür. Mən burada temperatur artırsam, temperatur hara gedir? Mənfi qütbə, yəni mənfi küyə gedəcək. Bu doğrudur. İndi 3. Təzyiqi artırsam tarazlıq həcmin artması istiqamətinə gedir. Səhv əzizəm. Dedim ki, təzyiq artanda tarazlıq gedir az olan tərəfə, yəni həcmin azalması istiqamətinə gedir. 3 səhv. Doğru cavab olur yalnız və yalnız 2. D variantı. 42-ci sual. Hansı halda tarazın yer dəyişməsi səhv izah edilir? Bəli, baxaq. Burada deyir ki, temperaturu artırsam. Bax, temperaturu artırsam, müsbət qiymət alır. Müsbət halda gedir deyirik mənfiyə, yəni endotermikə. Burada deyirsə eksotermik istiqamətinə gedir. Bu səhvdir. Temperatur artırsaq, tarazlıq deyir endotermikə gedir. Doğrudur. Dedik ki, müsbət qiymət alır, o da mənfidir. Doğrudur. Təzyiq artdıqda tarazlıq həcmin artması istiqamətə gedir. Dedim ki, təzyiq artanda həcm nə etməlidir? Azalmalıdır. Az olan tərəfə getməlidir. Burada artır yazım. 1 və 3. Y variantı. 43-cü sual. 43-cü sual. Baxaq. Sabit temperaturda qapalı qabda X, Y və Z maddələrinin molyar qatılıqlarının zamandan asılı qrafikinə əsasən hansı ifadələr doğrudur? Baxaq əzizlərim. Deməli, nədir? Deyir, tabir anında reaksiya tarazlıqdadır. Bəli, bax, tabir anına bax, bax, bura. Görəm ki, hamısı neyini? Bax, burada tarazlaşıb, görsən, düz xətt qalıb. Hamısı taraz, düzdür bu. Bunu götürə bilərəm. İndi nədir? Tarazlıq anında Z-in qatılığı X və Y-in qatılığından çoxdur. Bəli, görəm ki, Z-in qatılığı hardadır? Tutaş, bax, bura qiymət qoysun, bax. Tutaş, bura 5 qoyum. Nə bilim, bura 2 qoyum.
Görürəm ki, əzizlərim, bax 3 qoyum da daha dur. Görürəm ki, z-in qatı hardadır? Yuxarıdadır da. Z-in qatlığı çoxdur. Bunlar da tutaq ki, 3-dür. Azdır. Çünki x-dən y görürəm ki, aşağıdadır. Z onlardan yuxarıdadır. Bu da doğrudur. Y reaksiya məhsulu səhvdir. Reaksiya məhsulu həmişə sıfırdan qalxan olur. Bax, budur. Yəni x-dir. Doğru cavab 1 və 2 Y variantı. 44-cü sual. Yenə həmin sualdır. Burada səhv ifadəni soruşur. Demək, tarazlıq anında x, y və z-in qatılığı eynidir. Səhvdə axı eyni deyil axı. Məsələn, bax, bunların qiymətlərini qoysaq, bax, bu istiqamətdə qiymətlərini qoysaq, fərqli, məsələn, bura yenə deyir, bax, 5 olsa, bura 3 olsa, bura 1 olsa, fərqli qiymətlərdir də. Yəni, birinci mülahisə səhvdir, bunu götürə bilmərəm. Başqa, x başlanğıc maddə y reaksiya məhsuludur. Baxaq, bir dəqiqə. X başlanğıc maddədir. Səhvdə axı x görəm sıfırdan qalxıb görürsən, bu məhsuldur x. Elə burada səhv ifadə olduğu məlumdur. Ta bir anda reaksiya tarazlıqdadır. Düzdür, bax, hamısı neyinib? Bax, ta bir anda tarazlaşıb görürsən, düz xətt olub. Bu doğrudur. Yəni, doğru cavab olur. 1 və 2 səhvlər soruşsa. 45-ci sual. Gəldik çox abituriyentin yaralı hissəsinə, əzizlərim. Deməli, deyir ki, tarazlıqda olan sistemə H-klor əlavə etsəm, qatılıq necə dəyişir qısacası? Bax, H-klor bir dənə reaksiyan yazım. H-klor plus oksigen, xlor 2 plus su. İndi əzizlərim, bax, mən buranın qatını artırsam, qatılı artırmaq nədir? Yəni, bunun üzərində biraz H-klor tökürəm. H-klor töksəm, necə? Bunlar daha çox alınacaq, düzdür? Yəni, məhsul tərəf daha çox alınacaq. Çünki bunun miqdarı çoxalaraq, bunlar daha tez reaksiya girir. Reaksiya girdikcə, bunlar xlordan suyun miqdarı artır. Deməli, xlordan suyun miqdarı artacaq. Bəs oksigen neyəcək? Oksigen azalacaq da, təbii ki, düz deyil. Niyə? Çünki xlorun miqdarı çox olur. Bax, xlorun miqdarı çox olur. Tutaq ki, xlor buradan olur. Oksigen deyək ki, buradadır. Təbii ki, bu azdır axı. Az deyə bu daha çox sərf olunur. Yəni, oksigen miqdarı azalacaq. İndi baxaq. Məsələn, A-da xlorun miqdarı azalıb. Məhsulun dedik ki, deməli, artmalıdır qatılığı. Burada səhvdir. Deməli, başqa nə var burada? B variantında xlorun miqdarı artıb. Görürəm ki, bax, xlorun miqdarı artıb. Suyun da miqdarı artıb. H-klorun miqdarı artıb. Oksigen görürəm ki, bax, burada neyinib? Artıb, ondan sonra azalmağa gedib. Artmır, bax, oksigenlə tökülən andan miqdarı azalmalıdır. Bunu da götürə bilmərəm. C-yə baxaq. Bax, burada məhsul, yəni xlorun miqdarı artır, razıyam. Suyun da miqdarı artır. Bax, H-klorun miqdarı azalmamalıdır axı. H-klor əlavə etmişəm. Yəni, bunun miqdarı artmalıdır. Burada azalır verib. Bu da səhvdir. Deməli, 45-də D-yə baxırıq indi. Deməli, əzəm, bu xlorun miqdarı neyinib? Burada artıb, düz deyil. Suyun da miqdarı artıb. H-klorun miqdarı artıb. Bundan da razıyam. Bax, görürsən, bu xətt artıb. Amma oksigen burada azalıb. Dedik ki, oksigen azalmalıdır, normaldır, düz deyil. Doğru cavab olar D variantı. Deməli, 46-cı sual. Yenə burada deyir ki, deməli, hidrogen əlavə etmişəm. Qatılığın necə dəyişdiyini müəyyən elə. Yaxşı, baxaq. Əgər sən hidrogen qatını artırıbsansa, onda yodun miqdarı neynəməlidir? Azalmalıdır. Bəs H yodun miqdarı neynəməlidir? Yəni, daha çox alınır axı. Onda bu artmalıdır, əzizlərim. İndi A-da H yodun miqdarı azalır. Bu səhvdir. Dedik ki, artmalıdır. Düz deyil. B-də, əzizlərim, bax, əgər hidrogen qatını artırmışaqsa, razıyam, hidrogen artmalıdır. Bəs yod azalmalıdır axı. Yəni, bu belə olmalıydı, azalmalıydı. Amma burada artırıb. C variantı. H yodun miqdarı artıb, razıyam. Amma hidrogen tökmüşəmsə qabı, hidrogen qatlığı artmalıdır, belə olmalıydı. Burada amma azalır verir. Bu da səhvdir. 46-da D variantına baxaq. Deməli, H yodun miqdarı burada artmalı idi. Burada yazıb, azalır. Ona görə mən bunu götürə bilmərəm. Burada azalır yazıb. Amma Y-yə baxaq. Bax, Y-də H yod artıb, düzdür. Hidrogen neyinib? Artıb. Bax, artıb. Görsən, bax, bu xətt artıb. Yəni, sonra azalıb da təbii ki. Yod da azalıb. Bu doğrudur. Doğru cavab olur Y variantı. 47-ci sual. 47-də deməli, reaksiyanı bir dənə yazaq bura.
Deməli y plus z. İndi bizə delta aşı nə verib? Verib mənfi. Delta aşın mənfi olması o deməkdir ki, yəni Q nədir? Müsbət. Bunu bilirik artıq. O da Q müsbətsə bura mənfi olur. Düz deyil əzizlərim. İndi baxırıq suala. Deməli, qrafik əsasən tabir zamanına dək reaksiya tarazlıqda olub. Bax, burada tarazlıqda olub. Hansı dəyişiklikləri aparmaq lazımdır ki, takip zamanı tarazlıq halı alınsın? Ümumiyyətlə əzizlərim baxaq. Deyir ki, ümumiyyətlə qrafika baxaq. Qrafikdə görürəm ki, x-in qatılığı neyinib? Azalıb, bax azalıb. Z-in qatılığı neyinib? Z-dən y-in qatılığı artıb. Görürəm ki, bax burada artıb da, düz deyil, artıb. Deməli, buradan artıq məlum olur ki, tarazı hansı tərəfə yönəlib? Sağ tərəf, yəni məhsul tərəfə yönəlib. Bu məlumdur bizə. İndi həcmi azaltmaq uşaqlar. İndi həcmi azaltmaq, təzyiqi artırmaq deməkdir. Nə tərəf? Baxın uşaqlar. Təsəvvür bir dənə qab götürürəm. Qab. Düz deyil. Bunun içində H2 və O2 qoymuşam. Qabın həcmini azaltmaq nədir? Qabı götürün, bax, namlaziyə. Belə edim, düz deyil. Yenə H2, oksigen. Qabın həcmi azalsa, mən elə buna kənardan nə edim? Təzyiq edədim də. Yəni təzyiqi artırdım ki, bu qabın həcmi nə oldu? Bu hala gəldi. Yəni həcmin azalması təzyiqin artması deməkdir, əzizlərim. Mən burada təzyiqi artırsam, tarazlıq hara gedəcək? Tarazlıq gedəcək molu az olan tərəfə. Bu tərəf 1 moldur, bu tərəf 2 moldur. Yəni mən burada təzyiqi artırsam gedəcək sola. Mənə lazım deyil. Mən demişəm tarazlıq hara yönəlsin? Sağa. Çünki bunların miqdarı artıb axı. Aydın oldu. İndi deyir ki, temperaturu azaltmaq. Bəli, mən burada temperaturu azaltsam, hansı qiymət alacaq? Mənfi. Mənfi hansı qütbə gedər? Müsbət qütbə. Yəni gedəcək müsbət tərəfə, yəni gedəcək sağa. Bununla razıyam. Deyir ki, sistemə Y maddəsi əlavə etsəm. Xeyr, mən burada Y maddəsini əlavə etsəm, Y sağdadır axı. Onda tarazlıq gedəcək sola. Hansı tərəfə artırırsansa qatını, qaçır tarazlıq əksinə. Doğru cavab olacaq nə? C variant. Yalnız 2. 48. 48-ə baxaq. Aha, reaksiyamızı verib. Reaksiyası üçün müəyyən temperaturda qatıq zamanı nasıl qrafikindəki kimidir. Yaxşı. Bu reaksiyanın həmin temperaturda tarazlıq sabitinin qiyməti ilə bağlı ifadələr hansı doğru deyil. Katalizator iştirak etdikdə nə edir? Artır. Ümumiyyətlə əzizlərim, biz demişdik ki, katalizator tarazlığa təsir etmir. Düz deyil. Yəni burada artıb artmaması, artıb azalması səhv ifadədir. Yəni bura azar sözü yazsa yenə səhv olacaqdır. Ümumiyyətlə təsirləmir axı. Biri götürə bilərəm səhv ifadə kimi. 2. Birdən kiçikdir, birdən böyükdür. Baxaq əzizlərim. Tarazlıq sabitini düsturun birinci yazın. Bax bu bir dənə reaksiyanı yazın. Bu reaksiya əsasını yazıram. CT. Düz deyil. Tarazlıq sabit nəyə bərabərdir? Yəni KT-yə bərabərdir. Nəyə? Məhsulun tarazlıq qatlığı, yəni Z vurulsun T bölünsün nəyə? Başlanğıcın tarazlıq qatlığı X, Y. Vəsə. KT-nin düsturu belə olacaq. Düz deyil. İndi birdən böyükdür, birdən kiçikdir. Mən bunu necə bilə bilərəm? Mənə qiymət verin baxı. Özümdən bir qiymət qoyum. Tutaq ki, N-i götürüm 1, M-i götürüm 2. Hə, onda mən razıyam. İndi KT nəyə bərabər olacaq? KT olacaq 2 vurulsun 2, bax 2 vurulsun 2, düstur əsasən. Bölünsün neçə? 1 götürmüşəm axı x-dən y. Bölünsün 1 vurulsun 1. Neçə olur? 4. Düz deyil. İndi baxaq 48-in 3-cüsünə, bax bura baxıram. Görürəm ki, burada deyir ki, 1-dən kiçik olacaq. Səhvdə görürəm ki, 1-dən böyükdür, axı 4 1-dən böyükdür. Ona görə 1-2 olacaq cavab. Olacaq nə? C variantı. İndi 3-ə baxmaya heç ehtiyac yoxdur. Çünki deyir ki, burada 1-dən böyük tarazlıq. Tapdım ki, həqiqətən də böyükdür də. Yəni fərqi yoxdur. Siz bura istəyirsiniz 5 verin, bura 10 verin. Yəni bura 15 verin, bura 10 verin. Fərqi yoxdur əzizlərim. Hər bir halda tarazlıq sabiti 1-dən böyük olacaq. Yəni 1-dən kiçik olmayacaq. Onda doğru cavab olur yalnız C variantı. 49-cu sual. Bu da eyni sualdır. Eyni sual. Burada prosta doğru ifadəni soruşur. Katalizator iştirak etdikdə təsir eləmir, yəni dəyişmir, düzdür. Bu razıyam. Ondan sonra indi birdən böyükdür, birdən kiçikdir, nə edəcəm?
Buranı götürəcəm səliqəli. Bir dənə 1 qoyacam bura, bura 2 qoyacam. Necə olacaq? 2 vurulsun, bayaqki düstur. 2 vurulsun 2, bölünsün neçə? 1 vurulsun 1. Görürəm ki, 4-dən nədir? Yəni 1 4-dən 4 1-dən böyükdür. İndi yazır ki, buradan 1-dən böyükdür, doğrudur. 1 və 2-ni götürə bilərəm doğru variant kimi. Burada da olar A variantı. 50-ci sual, 50-ci sual bir dəqiqə baxaq. İndi qrafika uyğun ümumiyyətli reaksiyanın soruşur. Düz deyil. İndi baxıram X. X-in qatılığı, ümumiyyətlə molu neçədir? Bax 8 mol. Düz 8-dən neçəyə düşüb? 7-yə. Görsən bax baba 7-yə. Yəni 8-dən çıxdın 7, tapdın 1. Yəni 1 mol X sərf olunub. Keçək Y. Y bax 8-li başlanğıcı neçəyə düşüb? 6-ya. Görsən? Onda nədir? Deməli 8-dən çıxaram 6-nı, tapıram 2. Görürəm ki, Y-də 2 mol sərf olunub, yazdım. İndi baxıram. Z-im bax görürəm 0-dan qalxıb 4-ə. 4-ə. Deməli Y 4 mol, Z 4 mol alınıb. Üzərində gəlsin. T-yə bax. Bax T neyini? Bax 0-dan qalxıb 1-ə. 1-ə. Deməli T-də 1 mol alınıb. Belə bir ifadə var burada. 4Z plus T. Bəli. A variantında. 51-ci sual. 51-ci sual. Yenə həminki sualdır. X 6-dan, bax 6-dan neçəyə düşüb? 5-ə. Yəni 1 mol sərf olunub. 6 çıxılsın 5, tapdım 1 mol X sərf olunub. Üzərinə gəlsin. Y-ə bax. Y 6-dan düşüb neçəyə? Bax, bax bura. 3-ə. Yəni 6 çıxılsın 3, tapdım 3 mol sərf olunub Y. Y oldu 3. İndi Z-ə bax. Z 0-dan qalxıb 4-ə. Yəni 4 mol alınıb. T 0-dan qalxıb 1-ə. Yenə 3Y-X, 3Y-X, 4Z burada, bax D variantında. 52. Yaxşı. 52-dədir hansı qrafik izomerləşmə prosesinə əksir? İzomerləşmə nə idi əzizlərim? İzomerləşmə. Deməli, molekul kütləsi eyni olan, quruluşu fərqli olan. Ümumiyyətlə, burada mollar bərabər olmalıdır. Bax, mol, bax 6-dan neçəyə düşüb? 6-dan düşüb 3-ə. Düzdür? 6-dan düşüb 3-ə, yəni 3 mol sərf olunub. Bəs nə qədər alınıb? Baba, görsən burada. Elə 3 mol da alınıb. Yəni burada bərabərdir də mollar. Deməli, bu izomerləşmə kimi götürə bilərik. İndi 2-yə baxaq. 2-də 8-dən sərf olunub, düşüb 3-ə. Nə qədər sərf olunub? 8 çıxılsın 3, tapdım 5 sərf olunub. Bax, 0-dan neçəyə qalxıb? Bu da 5-ə qalxıb. 5, 5. Bunları da izomer kimi götürə bilərəm. 3-ə bax, 8-dən düşüb neçəyə? 1-ə. 1 mol burada sərf olunub. Amma alınanda nə qədər alınıb? 3 mol. Nisbət fərqlidir. Nisbət eyni olarsa izomerləşmə olar. Fərqlidirsə olmaz. Onda doğru cavab nə olacaq? 1 və 2. B variantı. İndi baxaq. 53-cü sual. 53-də görürəm ki, 8-dən 4-ə düşüb. Nə qədər sərf olunub? 4. Görürəm 0-dan 4-ə qalxıb. Bu da 4 mol. Yəni bunu izomer kimi götürə bilərəm. Düz deyil. Amma burada deyir ki, əks etdirmə. Yəni olmasın. Deməli, 8-dən düşüb neçəyə? 2-yə. Tapdım 2. Burada 0-dan 4-ə qalxıb 2-nin 4-ə. Eyni olmadı ki, mən bunu götürə bilərəm. Burada 8-dən düşüb 2-yə. Nə qədər sərf olunub? 6. Tapdım 6. Burada 0-dan qalxıb neçəyə? 6-ya. Bu da 6. Deməli, eyniləri götürmürük. İndi bizə müxtəlif lazımdır. İzomer olması 2. B variantı. 54-cü sual. 54-də deməli, reaksiyasında tarazlıq hansı halda pozular uşaqlar? Ümumiyyətlə, yadınızı saxlayın ki, tarazlıq bir dənə o halda pozulmur ki, katalizator tətbiq etdikdə. Aydın oldu, katalizator demiş, tarazlığa təsir edəmir. Qalan qızdırsan, soyutsan, yəni qızdırmaq nədir? Temperatur artırmaq, soyutmaq, yəni temperaturu azaltmaq, sistemə oksigen əlavə etmək, yəni qatılını artırmaq, azaltmaq, hamısı tarazlığa təsir edən amillərdir. Onda mən burada 3-ü çıxsam, yerdə qalanların hamısı tarazlığa təsir edəcək. Y variantı. 55-ci sual. Hansı reaksiyalarda temperaturun artırılması, bax temperaturun artırılması, temperaturu artırdım, müsbət qiyməti aldım. Müsbət harda gedəcək? Mənfiyə. Bunu bilirəm. Bunu yazım kənara. Temperaturun artırılması tarazlığın məhsul tərəfi, yəni sağa getsin.
Aha, sağa getməsi üçün onda mənim sağımda mənfi külər olmalıdır da. Sağa getməsi üçün temperatur artanda. Onda bu getdi. Bu müsbətdir. Bax, burada müsbətdir. Yerdə nə qalacaq? 2 və 4. Bu qədər sadə əzizlərim. 2, 4 harda? Hansı variantdadır? C variantında. 55. 55. Yəqin oxşar suallar. Yox. Daha doğrusu 56. Hə. 56. İndi deyir ki, kimyəvi tarazlığı NH3, yəni sağ tərəfə, bax bu tərəfə yönləndir. Yaxşı. Bir dənə reaksiyanı yazaq. NH3. Bura müsbətdirsə, bu tərəf bilirəm ki, mənfi olacaq 100%. İndi sağa yönəltmək üçün tarazı nə etməliyəm? Təzyiqi artırsam, bax təzyiq burada 4 moldur, burada 2 mol. Bəli, mən burada təzyiqi artırsam, dedim hara gedəcək? Azulan tərəf. Azulan tərəf hardadır? Bax bu tərəfdə azulan tərəf. Yəni sağa gedəcək. Razıyam. Biri götürə bilərəm. 2 temperatur artırsam, bax temperatur mən burada artırsam, hansı qiymət alır? Müsbət. Müsbət hansı qütbə gedər? Mənfi qütbə, yəni sola gedər. Bu lazımdır. Katalizator vasitəsilə bu səhv. Dedim katalizator tarazlığa təsir etmir. Yalnız 1, 56 olacaq. B variantı, gözəl insanlar. Baxaq 57-yə. 57-də qoy reaksiyanı yazaq. Bunun üzərində izah edərik. Bura müsbətsə, bura nə olacaq? Mənfi. Bunu yazmalısan mütləq. Tarazlıq deyir, sağa yönəlsin. Yaxşı. İndi mən burada temperaturu, əzizlərim, artırsam, temperatur artırsam, hansı qiymət alacaq? Müsbət. Müsbət hansı qütbə gedər? Mənfi. Yəni mən burada temperatur artırsam, mənfi Q tərəfə gedəcək, sola gedəcək. Lazım deyil. SO3-ün qatını artırsam, xeyr. Mən burada SO3-ün qatını artırsam, tarazlıq hara gedəcək? Sola. Çünki sağda da SO3. Sağa artırsansa sola gedir. Sola artırsan sağa gedir. Lazım deyil. C variantı. Temperaturu artırsam. Temperaturu artırsam. Dedim axı elə bir mən bunu. Temperaturu artırsam hara gedəcək? Mənfi Q-yə. Mənfi Q. Düzdür. Yəni gedəcək sola. Amma A-da bizə temperaturu azaltmaq deyib, mən səhv oxumuşam. Temperaturu mən azaltsam, əzizlərim, hara gedəcək? Ümumiyyətlə, hansı qiymət alacaq? Mənfi. Mənfi hansı qütbə gedər? Müsbət qütbədə. Yəni, elə mən burada temperaturu azaltsam, tarazlıq gedəcək sağa. Yəni, doğru cavab olar A variantı. Prosta səhv oxudum bunu. Diqqətsiz yanaşdım. 58. Hansı reaksiyalarda təzyiqin artırması, bax, təzyiq artsın. Yaxşı. Təzyiq artanda hansı tərəfə gedir? Azulan tərəfə. Molu azulan. Deyir ki, tarazlıq məhsul tərəfi yönəlsin. Yəni sağa yönəlsin. Yəni sağ tərəfdə molun az olsun. İndi birinci reaksiyada sağınla solun bərabərdir. 2 mol 2 mol burada təsirləmir. Deməli ikinci reaksiyada solunda 3 mol, sağında 1 mol. Bəli, bunu götürə bilərəm. Mən burada təzyiqi artırsam tarazlıq yönələcək azulan tərəfə. Bunu götürə bilərəm. Üçüncü reaksiya yenə solunda əzizlərim 3 moldur. Burada 2 mol. Mən burada təzyiq artırsam hara gedəcək? Azulan tərəf. Yəni gedəcək NO3 tərəf. Bunu da götürə bilərəm. 3-ü də götürə bilərəm. Buna nə oldu? 3-ü də götürə bilərəm. Deməli 4-ü amma götürə bilmərəm. Niyə 4-ü götürə bilmərəm? Bura 2 moldur. Bu tərəf neçə moldur? 4. Mən təzyiqi artırsam gedəcək 2-yə tərəf. Yəni sol tərəfə. Mənə lazımdır sağa geçsin. Doğru cavab olar. Deməli, doğru cavab olacaq C variantı. Baxırıq indi 59-cu suala. 59-a deməli, hansı halda temperaturun azaldılması, temperaturu azaltdım. Hansı qiymət alacaq? Mənfi. Mənfi hansı qütbə çəkilər? Müsbət. Düz deyil. Bir də deyir, təzyiqin artırılması yaxşı. Təzyiqi mən artırım. Təzyiq artanda hansı tərəfə gedir dedim? Az olan tərəfə. Da molu az olan tərəfə getməlidir. Hə, tarazlığı reaksiya məhsulun alınması, yəni sağ tərəfə yönəlsin. Sağ tərəfə yönəlsin. İndi əzizlərim, əgər temperatur artıbsa, mən burada avtomatik mənfi Q-ləri çıxmalıyam. Yox, burada temperatur daha doğrusu azalıbsa, mənfi Q-ləri çıxmalıyam. Düzdür? Dedim ki, temperatur azaldanda müsbətə qalxır da. Deməli, mənim sağımda müsbət Q olmalıdır. Qaldıq B və Y arasında. Təzyiqi artırıbsa, dedim azulan tərəf getməlidir. Onda mənim sağımda mol az olmalıdır. Y-yə bax, Y-də 2 moldur.
Bu tərəfdə 2 moldur. Yəni burada təzyiq tarazlığa təsir etməyəcək. Mollar bərabərdir. Bir dənə yerdə qalır B. Bax, bura 4 moldur, bura 2 mol, düz deyil. Dedim ki, arzulan tərəf gedir də təzyiq artırsaq. Temperaturu da burada azaltmışıq. Gedib müsbət tərəfə. Doğru cavab olur elə B variantı. 60. Hansı reaksiyada təzyiqin azaldılması? Bax, təzyiqi azaltdığım, bax bu formada yaz. Azaldılması, tarazlıq sağa yönəlsin. Təzyiq azalanda gedəcək çoxlan tərəfə, düz deyil. Bunu yazdığın. Deyir ki, sağ tərəfə yönəlsin. Onda sənin sağ tərəfində molun çox olmalıdır da, düz deyil. İndi baxaq sağa, ancaq sağa. Deməli, əzizlər, A variantını götürə bilmərəm. 2 mol burada, 2 mol burada. Təzyiq təsir eləməyəcək. B variantında bu tərəfdə 5 mol var. Burada neçə mol var? 4 mol. Sol sağdan çoxdur. Yəni mən burada təzyiq azalsam gedəcək sol tərəfə, 5 mol tərəfə. Bunu da götürə bilmərəm. Bunu da götürə bilmərəm. C variantı. C variantında bu tərəfdə 3 moldur, bu tərəfdə 2 mol əzizlərim. Mən burada deməli təzyiqi azaltsam hara gedəcək? Bu 3 mol tərəfə. Yəni bunu da götürə bilmərəm. D variantına baxaq. Bəli, D variantında ümumiyyətlə bərkləri çıxacam. Getdi bərklər. Bir dənə sağımda 1 mol qalır, solumda heç mol qalmır. Yəni mən təzyiqi azaltsam burada, dedim çoxlan tərəf gedəcək. Yəni 1 mol tərəfi gedəcək. Y variantında bu tərəfdə 4 mol, bu tərəfdə 2 mol. Mən burada təzyiq azaltsam, hansı tərəf gedəcək? Sol tərəfə. Doğru cavab olur D variantı. Aha, indi baxaq 61-ə. 61-ə. Deməli, birinci reaksiyanı yazaq. X, Y2 2 mol X, Y. Bura mənfi 2-dsə, bura müsbətdir. Bunu yazmalısan mütləq. İndi baxaq. Birinci halda deyir ki, təzyiq artırsaq dəyişmir. Baxaq. Ümumiyyətlə təzyiqi artırsaq, ümumiyyətlə baxırıq aqreqat halına. Görürəm ki, burada X bərk haldadır, çıxacam. İndi qaldı solumda, bax solumda 1 mol maddə, sağımda 2 mol. Mən burada təzyiqi artırsam, tarazlıq hara gedəcək? Bu tərəf gedəcək. Amma burada yazıb dəyişmir. Bunu götürə bilmərəm. Bu getdi. Temperaturu artırsam, bax deyir temperatur artırsam, gedəcək sağa. Baxın, temperatur artıranda hansı qiymət alır? Müsbət. Müsbət hara gedər? Mənfi 2-yə. Bəli, mən burada temperaturu artırsam, sağa gedəcək. Bu doğrudur. 3. Təzyiq azalsa, təzyiq azaltdım, deyir əksinə gedəcək. Bax, təzyiq azaltsam, hara gedəcək? Çoxlan tərəfə də. Dedim, bura 1 moldur, bura 2 mol. Mən təzyiq azaltsam gedəcək sağa. Amma burada sola yazıb. Bunu götürə bilmərəm. 4-ə baxaq. 4-ə. Dəqiqə. Aha. 4. Temperaturu azaltsam. Bax, temperaturu azaldıram. Mənfi qiymət alır. Hara gedəcək? Müsbət qütbə. Bəli. Müsbət hardadır? Dedi ki, bura mənfidirsə, bu tərəfdə müsbətdir təbii ki. Bəli, mən burada temperaturu azaltsam, sol tərəfə yönəlir. Yəni, müsbət yönə gedər. Deməli, doğru cavab olacaq 60, bir də A variantı 2 və 4. 62. Deməli, tarazlıqda olan bu reaksiya sisteminə X maddəsi əlavə etsəm, Y-in qatını necə dəyişir? Ümumiyyətlə, uşaqlar, dedim ki, X qatlı artırmaq nədir? Yəni, bunun üstünə biraz X töküm. Əgər sənin X-in qatlı artırsa, Y daha çox sərf olunur axı. Yəni, Y-in qatlığı neynəməlidir? Azalmalıdır. Azalan hardadır burada? Y variantında. Görsən ki, azalıb. Aydın oldu. Bəs Z-in qatlığı neynəyərdi? Z-in qatlığı artardı soruşsa. Deməli, 63 X maddəsi əlavə olunsa, bax, burada Z soruşur. Dedim, indi deyim, Z-in qatlığı neynəməlidir? Artmalıdır. Artan variant hardadır? Y variantında. Keçək 64-ə. Aha. Deməli, deyir ki, tarazlıq hansı tərəfə yönəlsin? Sağ tərəfə yönəlsin. Bu niyə yazmır? Sağ tərəfə. Deməli, tarazlıq sağ tərəfə yönəlsin. Baxaq. Deməli, qarışqa turşusunu çıxarmaqla. Xeyr, mən burada qarışqa turşusunu çıxarsam, qarışqa turşusu soldadır da. Bax. H, C, O, H. Mən buranın sol tərəfi azaltsam, gedəcək sola. Demişəm, hansı tərəfi azaltsam, tarazlıq elə öz tərəfinə yönəlir. Yəni, mən bunu 1 eləyəmmərəm. İndi, baxaq 2-yə. Metanol əlavə etsək. Bəli, dedim, metanol burada CH3, OH.
Soldadır da mən solun qatılını artırsam, tarazıq sağa gedəcək. Gedəcək, yəni HCOH tərəfə, HCO, CH tərəfə. Doğrudur. İndi 3-ə baxaq. Deməli, bu maddəni çıxarsaq, bəli, mən bu maddəni çıxarsam, dedim ki, hansı tərəfə yönələcək əzizlərim? Hansı tərəfə öz tərəfini yönəlir, hansı tərəfi çıxardırsansa, o tərəfə yönələcək. Yəni 2 və 3 olacaq cavab. Su əlavə etsəm isə gedəcək sol tərəfə, lazım deyil. İndi baxaq 65-ə. Hansı reaksiyalarda təzyiqin dəyişməsi kimyəvi tarazlığın yer dəyişməsinə təsir edir? O deməkdir ki, mollar müxtəlif olsun. Birdə mollar müxtəlifdir. Burada 2 moldur, burada 1 mol. Götürə bilərəm. Deməli 2 təsirləməz, çünki solunda 2 mol maddə, sağında 2 mol maddə. Üçüncüsü təsir eləyər. Bəli, çünki bura bərk maddədir. Bunu çıxdım. 1 mol solunda qaldı, 2 mol sağında, düzdür. 4-də amma bax, bərkləri çıxsam, yerdə 4 mol dəm qazı qalır, 4 mol da karbon qazı. Bərabər olduğu üçün təsirləmir. Doğru cavab olur. Deməli, 65-də 1 və 3. 66-cı sual. Hansı reaksiyalarda təzyiqin azaldılması tarazlığı sola, bax deyir təzyiq azalsın. Təzyiq azalsın hansı tərəfə gedir? Çoxlan tərəfə, düzdür? Burada deyir sola yönəlsin. Onda sol tərəfdə molun çox olmalıdır. Bax elə 1-i götürə bilərsən. Çünki solunda 4 mol maddə var, sağında 2 mol. 2-ni götürə bilmərsən. 2, çünki hər iki tərəfdə bərabərdir. Bura təsirlənmir. 3-ü götürə bilərsən. Bəli. Çünki bura 3 moldur, bu tərəf 2 mol. Doğru cavab olur 1 və 3. Baxaq indi 67-yə. Hansı reaksiyalarda hidrogen qatının artırılması tarazlığı başlanğıc maddələrin alınması istiqamətinə yönəldər. Başlanğıc nədir? Başlanğıc bu tərəfdə, yəni sol tərəf. Məhsul sağ tərəf. Bu yaddan çıxmasın əzizlərim. İndi hidrogenin qatını artırsam, tarazlıq əgər başlanğıc, yəni sol tərəfi yönəltmək üçün, onda hidrogenin sənin sağda olmalıdır. 100%. 100% bunu bilməlisən. Baxaq birinci reaksiya deyir, amoniyakın parçalanması. Bəli, amoniyakı parçalasam mən, hidrogen hardadır? Sağda. Bəli, mən sağın qatını artırsam, gedəcək sola tərəf. Bu doğrudur. Bunu götürə bilərəm. Metandan asetilinin alınması. Bəli, CH4 metan parçalarsam 15 dərəcədə alınır asetilin və hidrogen. Hidrogen hardadır? Sağda. Sağın qatını artırsan hara gedir? Sola. Bunu da götürə bilərəm. Baxaq 3-ə. Dəm qazından metanolun alınması. Bu səhvdir əzizlərim. Hidrogen dəm qazına girəndə, dəm qazına solda olur. Düzdür? Yəni sən hidrogen qatını artırsan, gedir sağa tərəf. Mənə lazım deyil. Baxaq 4-də guruldayıcı qaz. Guruldayıcı qaz da bu formada. Sən buranı artırsan, tarazlıq gedər sağ tərəfə. Aydın oldu. Onda bunu da götürə bilmərsən. Ümumiyyətlə baxaq 5-ə. Etanın parçalanması C2H6. Bəli, hidrogen sağdadır. Sağın qatını artırsan, gedəcək sola. Onda 1, 2, 5 doğru cavab olar. Deməli, 68. 68. Deyir ki, sağı, əgər bura müsbətsə, bu tərəf mənfidir. Bu nağdıdır. Bunu qoy qırağa. Sağ tərəfə yönəlsin. Azot monoksidi çıxarsaq, bəli, burada NO-nu çıxarsam mən, NO sağda da elə sağ tərəfdə qalacaq, yəni sağa yönələcək, bu doğrudur. Biri götürə bilərəm. 2. Azot monoksidi əlavə etsək, dedik ki, xeyr, əlavə etsək sol tərəf yönələr, lazım deyil. Su əlavə etsəm, su da əlavə etsəm, hardadır su? Sağda. İndi mən sağı artırsam, hara gedir? Sola, lazım deyil. Demək 4. Suyu çıxarsam, bəli, mən burada suyu çıxartsam, hansı tərəfi çıxardırsansa, o tərəfə yönəlir. 4-ü götürə bilərəm. 5-ə baxaq əzizlərim. 5-i görüm götürə bilərəm? Yox. 5-i temperaturu artırsam, bax temperaturu artırsam. Müsbət qiymət alaraq, müsbət hara gedər? Mənfi Q-yə. Mənfi Q hardadır? Solda. Sola yönələr tarazlıq. Amma temperaturu azaltsam, mənfi qiymət alacaq, mənfi müsbətə doğru gedir, müsbət Q-yə. Yəni sağa gedəcək bu tərəfə. Onda 1, 4, 6 doğru cavab olar. Deməli, baxaq indi 69-cu suala.
Burada deyir indi həmin reaksiyadır, deyir sola yönəlsin. Azot monoksid çıxarsaq, dedi ki, azot monoksid çıxsa, sağ tərəfdə öz tərəfində qalar. Əlavə etsək bəs, bəli, əlavə etsək götürə bilərik bunu. Əlavə etsək sola gedəcək. Su əlavə etdikdə, bəli, suyu da əlavə etsəm mən, dedim ki, sağ tərəfdə də su, onda sola gedəcək. 4. Suyu çıxarsam, xeyr, çıxarsam öz tərəfinə yönələcək. Temperaturu artırsam, əgər bura müsbətsə, bu tərəf mənfi olur. Temperaturu artırsaq, müsbət qiymət alır. Düzdür? Müsbət hara gedər? Mənfi qütbə, yəni mənfi Q-yə gedər. Doğrudur. Onda 2, 3, 5. Baxaq indi 70-ə. Deməli, reaksiyamızı verib nə doğrudur? Yaxşı. A xətti birləşmə reaksiyasının sürətinə aiddir. Düzdür. Bayaq dedim ki, yuxarıdan aşağı gələn birləşmədir. Aşağıdan yuxarı gələn parçalanma, burada tarazlıq. Yaxşı. 2. A xətti parçalanmadır. Bu səhvdir. Deməli, 3. C xətti parçalanma reaksiyasının sürətinə aiddir. Bəli. İndi dedim ki, C sıfırdan qalxan parçalanmadır. Bu doğrudur. 4. C xətti birləşmədir. Bu səhvdir. 5. B xəttində sürətlər bərabər olur. Bəli, bayaq demişdim. Sürətlər tarazlıq halında bərabər olur. Yəni, cavab olur 1, 3, 5. 71. Bu da eyni sualdır. Reaksiya baxmaya ehtiyac yoxdur. A xətti birləşmədir. Təbii ki, dedik. Yuxarıdan aşağı gələn birləşmədir. Deməli, 2. A xətti parçalanmadır. Bu səhvdir. B xəttində sürətlər bərabər olur. Bəli, dedik ki, tarazlıq halında, yəni burada sürətlər bərabər olur. 1, 3. B xətti birləşmədir, səhvdir. Dedik, B xətti tarazlaşmalıdır. C xətti parçalanma təbii ki, doğrudur. Onda 1, 3, 5 olacaq doğru cavab. 72-ci sual. Hansı reaksiyalarda təzyiqin dəyişməsi kimyəvi tarazlığa təsir edir? Onda mollar neynəmədi? Müxtəlif olmalıdır. Müxtəlif. Bax, birdə müxtəlifdir. Solunda 3, sağında 2. Bu doğrudur. Amma 2-yə bax, 2-də bərkləri çıxsan, təsir eləmir axı. 4 mol, 4 mol. Bax, 4 mol, 4 mol. Təsir eləməyəcək. Düz deyil. İndi 3-ə bax. 3-də mən bərki çıxsam, burada da 1 mol, burada da 1 mol. Burada da təsir eləməyəcək. 4-də bax, amma burada 4 mol, burada 2 mol. Burada təsir eləyəcək. 5-də təsir eləməyəcək. Çünki 2 mol, 2 mol. Amma 6-da, yox, 6-da da heç təsir eləmir. 2 mol, 2 mol. Doğru cavab olur onda 70-də 1 və 4. 73. Hansı reaksiyalarda təzyiqin dəyişməsi tarazlığa təsir etmir? Onda mollar neynəməlidir? Bərabər olmalıdır. Bir-birinə bərabər olmalıdır əzizlərim. Bir dəqiqə qələm söndü. Aha, bərabər olmalıdır. Onda 1-ə baxım. 1-də 3 mol, 2 mol. 3, 2. Bunu götürə bilmərəm. Bu getdi. B-də bərkləri çıxsam, yerdə nə qalır? 4 mol, 4 mol. Bəli, bərabərsə təsir etməyəcək. Mən 2-ni götürə bilərəm. Deməli, 3-də karbon bərk halda çıxsam, solunda 1 mol, sağında 1 mol. Burada da bərabərdir. 4-də, burada 4 moldur. Burada 2 mol. Burada mən sərf eləməz, çünki mollar bərabər deyil. Amma 5 və 6-da 2 mol, 2 mol, 2 mol, 2 mol. Deməli, doğru cavab olur 2, 3, 5, 6. Aha, indi baxaq 74-cü sual əzizlərim. 74-də deyir ki, hansı amillərin dəyişməsi tarazlıqda olan bütün sistemlərə, deməli bir dəqiqə, bütün sistemlərə tarazlığın yerləşməsi səbəb olur. Təzyiq. Ümumiyyətlə uşaqlar, təzyiq həmişə təsir eləmir. Axı dedik ki, mollar bərabər olanda məsələn üçün təzyiq tarazlığa təsir etmir. Düz deyil. O da biri götürə bilmərəm. Başlanğıc maddələrin reaksiya məhsulunun qatılığı, bəli, istənilən bir halda təsir edir. Amma qabın həcmidir, təzyiqdir. Bunlar həmişə tarazlığa təsir edə bilmir əzizlərim. Doğru cavab olar 2 və 3. 75-ci sual. Deməli, 75-ci sualda tarazlıqda olan, deməli, reaksiyanı verib, müsbət Q reaksiyasında müxtəlif amillərin təsirindən tarazlığın yerdəyişməsi zamanı NO-nun miqdarının dəyişməsi qrafikdən asılı gözləyir. Ümumiyyətlə görürəm ki, burada NO-nun neyinib? Qatılığı artıb da, deməli, düz deyil. Onda qatılığı artıbsa, tarazlıq hansı tərəfə yönəlib? NO tərəfə yönəlib. Yəni, sol tərəfə yönəlib əzizlərim. Aydın oldu. İndi deyir ki, təzyiqin azalması. Baxaq. Bir dənə reaksiya yazaq. 2 mol NO, oksigen, 2 mol NO2. Bura müsbətdirsə, burada mənfi olar. Bunu yazaq qoyun. İndi dedim ki, NO-nun burada görürəm ki, qatılığı artıbdır. Onda tarazlıq hara gedib? Sol tərəfə.
Baxaq. Təzyiqin azalması. Baxaq, təzyiqi mən azaltsam, dedim çoxlan tərəfə gedir. Düz deyil? Bax, burada 3 moldur. 3 mol. Burada 2 moldur. Bəli, mən burada təzyiqi azaltmalıyam ki, NO tərəfə getsin, 3 mol tərəfə getsin. Biri götürə bilərəm. Ondan sonra 2-yə baxaq. 2. Təzyiqin artması. Xeyr, təzyiqi artırsaq, hara gedəcək? Arzulan tərəfə, yəni gedəcək NO2 tərəfə. Lazım deyil. Baxaq, deməli 3-ə temperaturun azalması. Mən burada temperaturu azaltsam, əzizlərim, hansı qiymət alacaq? Mənfi. Mənfi hara gedir? Müsbət Q-yə. Gedəcək sağa. Mənə lazım deyil. Mənə lazımdır sola getsin. Baxaq 4-cüsünə. Temperaturu artırsaq. Bəli, temperaturu artırsam, müsbət qiymət alır. Müsbət hara gedər? Mənfiyə. Yəni bu tərəfə gedəcək. Lazımdır. Götürə bilərəm. Başqa deməli oksigen qatını artırsam, oksigenin qatını daha doğrusu azaltsam, bəli, oksigen qatını azalmaq, yəni oksijeni mühitdən çıxartsam, hansı tərəfin qatını azaldırsansa, tarazlıq o tərəfə yönəlir. 5-də götürə bilərəm. NO2-nin qatını azaltsaq. Xeyr, NO2-nin qatını azaltsan, elə öz tərəfində qalacaq tarazlıq. Doğru cavab olar onda. Deməli, 1 qeyd elədim deyəsən, 4 və 5. 76-cı sual. 76-cı sualda nədir? Tarazlıqda olan hansı reaksiyalarda eyni zamanda temperaturun artırılması, bax temperaturun artırılması, yazırıq. Temperatur artanda müsbət qiymət alır. Müsbət hara gedir? Mənfi. Bu nağdadır. Təzyiqin azaldılması. Bax təzyiqin azaldılması hansı tərəfə gedir? Arzulan tərəfə. Əla. İndi baxaq suala. Görürəm ki, qrafikdə nə edib əzizlərim? Artıb da, düzdür, qatlıq artıb. Onda ilkin maddələrin qatlığı necə? Ümumiyyətlə qatlıq artıbsa, burada ilkin maddə isə, onda ilkin maddələrin qatlığı artıb. Yəni tarazlıq yönəlib hansı tərəfə? Sol tərəfə. Bax, bu tərəfə yönəlib. Bu tərəfə. Çünki ilkin qatlığını soruşur axı. Burada görəm artıb. Artıbsa onda sol tərəfə yönəlib əzizlərim. İndi baxaq variantlara. Deməli, birinci reaksiyada bax 4 mol buradır, 2 mol bura. Bura müsbətsə, bu tərəf nə olacaq? Mənfi Q. İndi burada temperaturu artırsam, bəli, dedik ki, hara gedəcək? Mənfi Q-yə gedəcək. Yəni bu tərəfə gedəcək. Yəni sola gedəcək, razıyam. Təzyiqi azaldanda, daha doğrusu bura çoxlan tərəfə gedir. Bura səhv yazmışam. Çoxlan tərəfə gedəcək. Bəli, burada 4 moldur, burada 2 mol. Mən təzyiqi azaltsam hara gedəcək? 4 tərəfə. Yəni başlanğıc maddə tərəfə gedəcək. Birdən razıyam. Niyə başlanğıc maddə? Çünki bizə görürəm ki, bizə qrafikdə verib artan tərəf. İlkin qatlıq soruşuraq. Deməli, ilkin qatlıq artıb da, tarazlıq o tərəf yönəlib. İndi 2-yə baxaq. 2-də ümumiyyətlə uşaqlar temperatur artanda bax, dedik mənfi Q-yə gedər də, düz deyil, mənfi Q. Burada mənfi Q sağdadır, burada sağa gedər, mənə lazımdır sola getsin. Bunu götürə bilmərəm. 3-ə baxaq. 3-də bax, bura müsbətsə, bu tərəf nə olacaq? Mənfi. Bəli, mən burada temperatur artırsam, hara gedəcək? Mənfi Q. Mənfi Q sol tərəfdə olsun da, mənfi Q belə deyək. Sağda mənfi Q lazım deyil mənə, sol tərəfdə lazımdır. 3 götürə bilərəm. Bir də nə qaldı burada? 4. 4-də də bax, bura müsbətsə, bura nə olacaq? Mənfi. Bunu bilməlisin artıq. Düz deyil. Onda mən burada temperatur artırsam, hara gedəcək? Mənfi Q-yə, yəni sol tərəfdəki mənfi Q-yə gedəcək. Bəs təzyiqi azaltsam, çoxlan tərəf. Bax, burada 3 moldur, burada 2 mol. Bəli, mən burada təzyiqi azaltsam, 3 tərəfə gedər. Deməli, 4-ü də götürə bilərəm. Doğru cavab olar onda 1, 3, 4, 5-ə baxaq. 5-də ümumiyyətlə Q sağ tərəfdədir, lazım deyil. Q mənə lazımdır sol tərəfdə olsun. Bir dəqiqə, buranı silək, o siyahılar görsənsin. Keçək indi 77-ci sual. İndi əslən, burada bax, məhsulu soruşur və qatlıq neyinib? Artıb. Deməli, məhsul tərəfə yönəlib də tarazlıq. Aydın oldu? Всё. Temperaturun azaldılması. Bax, temperatur azaldaq. Bilin, temperatur azalsın. Temperatur azaldığında mənfi qiymət alır. Onda mənfi hara gedər? Müsbət Q-yə. Bunu bilməliyik artıq. Deməli, təzyiqin artırılması. Təzyiqi artırsaq, gedəcək arzulan tərəfə. İndi, məhsul tərəfi yönəlməlidir. Düz deyil. Baxaq. Bu tərəf müsbətsə, bu tərəf mənfi olur.
Burada temperaturu azaltsam, tarazlıq hara gedəcək? Gedəcək sağ tərəfə. Düzdür? Yəni bunu götürə bilərəm. Təzyiqi artırsam nə edəcək? Təzyiqi artırsam. Təzyiq artsa gedəcək arzulan tərəfə. Burada 3 moldur, burada 2 moldur. Mən burada təzyiqi artırsam gedəcək NO2 tərəfə. 77-də deməli mən 1-i götürə bilərəm. İkinci suala baxaq. Daha doğrusu ikinci reaksiya baxaq. İkinci reaksiya bəli bax, bura müsbət Q-dür. Bura nə olacaq? Mənfi Q. Bax, bura 3 moldur bu tərəfin. Bura neçə moldur? 2 mol. Bəli, mən burada təzyiqi artırsam azalan tərəfə gedəcək. Yəni CO2 tərəfə gedəcək. Temperaturu azaltsam müsbət Q-yə gedəcək. Bundan razıyam. 2-ni də götürə bilərəm. 3-ə baxaq. 3 mənfi Q-dur. Ümumiyyətlə mənfi Q-yə yaxın durmayaq biz. Bax, bu mənfi Q-lərə yaxın durmayaq. Yerdə bir dənə qalır nə? 4. 4-ə baxaq. Bəli, bura müsbət Q-dur. Temperaturu azaltsın hara gedəcək? Müsbət Q-yə. Düz deyil. Bəs təzyiqi artırsan hara gedəcək? Arzulan tərəfə. Bax, bura 2 moldur, bura 4 mol. Təzyiq artırsan gedəcək NH3 tərəfə. Doğru cavab olur 1, 3, 4. Deməli, baxaq 78-ə. Qrafikə əsasən başlanğıc maddələrin tarazlıq qatlıqlarının cəminin reaksiya məhsullarının tarazlıq qatlıqları cəminə olan nisbətini yaxşı. Birinci başlanğıc maddə. Başlanğıc maddə, baxın, yuxarıdan aşağı düşənlərdir. Bax, nəzərimə, bax bu. Birinci başlanğıc, bax, bu oxdan gedirəm. X-in başlanğıcı 7-dir. Bizə tarazlıq soruşur. Ümumiyyətlə, tarazlıq uşaqlar, yadınızda saxlayın. Bax, bir dənə əyan olaraq göstərəm burada. Tutaq ki, bax, bu formada veribsə, qrafiki sizə. Bura tutaq ki, 10 verib, bura 6 verib. Düz deyil. Bax, bu 10 başlanğıc qatlığıdır. Aydın oldu. Bu olur başlanğıc qatlıq 10. Bu 6-dan 10-dan 6 arasında bu məsafə var. Bu məsafə. Bu nə olur? 10 çıxılsın 6. 4. Yəni sərf olunubsa 4 mol sərf olunub. Sərf olunan qatı yerdə qalan var. Bu 6. Bu olur tarazlıq. Tarazlıq qatlılığı olur 6. Ona görə mən nəyə baxacam qrafikdə? Bax, bu düz xəttlərə baxacam tarazlıq soruşsa. İndi X-in tarazlığı neçədir? Bax, tarazlığı baba 4. X-in tarazlığı tapdım 4. İndi keçirəm Y-ə. Y-ə bax, Y-in xətti. Y-in tarazlığı neçədir gör? 3. Y-i tapdın 3. Əla. İndi baxaq, deməli məhsul tərəfə. İndi Z-ə baxaq. Bax, Z-in tarazlıq qatlığı neçədir? Görürsən, bax 5. Z oldu 5. Bəs T-nin də tarazlığı görəm ki 2-dir. Bax, bu. T-də 2. İndi bizə deyir ki, bunların cəminin, bax, bunların cəminin 4+3, 7. Bu da 5+2, 7. Nisbətin soruşur. Yəni 7-nin 7-yə nisbətin soruşur. Bu deyir 1. Doğru cavab olur 1. Baxaq, 79-cu sual. Aha, bu təzə əlavə olunmuş sualdır uşaqlar. Baxaq. N2 plus 3 mol hidrogen, 2 mol amonyak, yaxşı. Deməli, başlanğıc qatlının azotu verib 6, 14, yaxşı, tarazlıq halının qatını soruşur. Baxaq, başlanğıc qatlıq, sərf olunan qatlıq, tarazlıq, qatlıq. Bax, bu formada yaz. Hissələri böl ki, rahat olsun. İndi sən nədir? Azotun və hidrogenin başlanğıc qatlığı. Azotu verib 6, hidrogeni verib 14. Deyir ki, tarazlıq anında, bax, buradan gedir söhbət. Tarazlıq anında azotun qatlığı 3 dəfə azalıb. 6 idi əvvəl, 3 dəfə azalıb. Neçəyə düşüb? 2-yə. Aydın oldu. Onda nə qədər sərf olunub əzizlərim? 6 idi, düşüb 2-yə. Neçə sərf olunub? 4-ü. Əla. İndi yazıram, bax, 1 mol azot sərf olunanda nə qədər hidrogen reaksiya daxil olur? 3 mol. Bəs 4 mol azot sərf olunsa nə qədər hidrogen sərf olunar? 12. Tapdım ki, bunun neçə? 12. Düz deyil. Buranı tapdım 12. İndi 14 mol başlanğıcda var idi. 12-si sərf olunub. Neçəsi qalıb? 2. Aydın oldu. Hidrogen tarazlıq qatlığını tapdım 2. İndi deyir neçə dəfə azalıb? 14 idi. Düşüb 2-yə. 14-ü bölsən 2-yə, görürsən neçə dəfə azalıb? 7 dəfə. Doğru cavab olar 7. İndi baxaq 80-ə. Reaksiyanı birinci qeyd edək. Bu deyəsən təzə sualdır. Deməli, N2 plus 3 mol hidrogen alınır. 2 mol amonyak.
Nə deyir bizə? Tarazı halında olan, qabda olan kütləsini verib M. Yazaq başlanğıc qatlıq, sərf olunan qatlıq və tarazlıq qatlıq. Bu formada yazaq. İndi mənə deyir ki, hidrogenin kütləsini verib M, buranı verib M. Uşaqlar, mən buranı M yaza bilmərəm ha, bura. Yəni mənə verilən qramı mən tarazı qatına yaza bilmərəm. İndi mən bunu mola çevirməliyəm. Necə mola çevirəcəm? Mənə verilən kütləni böləcəm öz kütləsini, düz deyil? Yəni M qram hidrogen verib, bunu böləcəm 2-yə, tapacam bunun molunu. M bölünsün 2. Bəs amonyakı necə tapacam? M qram kütlə veribsə, bölərəm 17-yə bunun kütləsinə. Amonyakın taparam molunu, düz deyil? Tapdım ki, artıq tarazı qatının molunu M bölsün 2, M bölsün 17. İndi əzizlərim, keçim, bax, bu tarazı qatına görə mən burada sərf olunanları tapacam. Deməli, 1 mol azot sərf olunanda nə qədər amonyak alınır? 2 mol. Bəs M bölünsün 17-yə nə qədər? X buradan yiyəcək, deməli, M bölünsün 34 sərf olunub azot. İndi tərəzidən keçək ikinci hissəsinə. 1 mol azot sərf olunanda nə qədər hidrogen sərf olunur? 3 mol. Düz deyil? M bölünsün 34 nə qədər sərf olunar? Burada da olacaq 3M bölünsün 34. Düz deyil, əzizim. İndi mən bilirəm ki, sərf olunan qatlıq ilə tarazlıq qatlığın cəmi mənə başlanğıc verir. Yəni 3M bölünsün 34 plus M bölünsün 2 mənə verəcək başlanğıc. Bu neçə eləyir? İndi mən bu tərəfi 17-yə vursam, 17-yə vursam olacaq 20M bölünsün 34. Aha, mən tapdım ki, başlanğıc neçədir? 20M bölünsün 34. Aydın oldu. İndi nəyi soruşur məndən? Nəyi soruşur? Başlanğıc kütləsinin neçə faizi reaksiyaya daxil olub? Yəni deyir ki, 20M bölünsün 34-ü neçə faizi sərf olunub? İndi necə yazsam mən bunu? Baxın, bu formada yazsam. Görürəm ki, nə qədər sərf olunub? 3M bölünsün 34. Düzdür, yazıram 3M bölünsün 34 sərf olunub. Bölünsün, nə qədər var idi başlanğıcda? 20M bölünsün 34. Faizini soruşsa vursan 100-ə. Buranı silək, hesablayaq. İndi necə olacaq? Baxaq. 3M bölünsün 34. İndi bu kəsir tərsinə fırlansa olacaq 20M 34. Bu 34-lər geçsə vurulsun 100. 34-lər geçsə qalacaq 3M bölünsün 20M vurulsun 100. Bu da gedir 115. Bu dedir 100-ə vursan eləyir 15%. Onda 15% reaksiya daxil olub. Doğru cavab olar 15. Keçək 81-ci suala. 81-də görək nə deyir? Deməli, təzyiqi artırsam, hara gedəcək? Az olan tərəf. İndi birdə bizə deyir, bax, burada deyir sağ tərəfi yönəlsin. Onda sağ tərəfində molum az olmalı, düz deyil, molum az olmalıdır. Mol hansı tərəfdə alıb? Bax, burada az. Görsən, burada 4 moldur, burada 2 mol. Deməli, 1-ə gedər B. Aydın oldu. İndi başqa harda az var, Bir də var C-də. Görəm, bax, bura 3 moldur, bura 2 moldur. Təzyiq artırsam, az olan tərəf gedəcək. 1-ə getdi 1C, 1B, C. 2-yə baxaq, deyir sola yönəlsin. Onda solumda mol az olmalıdır, əzizlərim. Solumda mol az olmalıdır. Baxaq. D-yə bax, D-də karbon çıxsan bərk haldadır axı. Sağında 2, solunda qaldı 1 mol. Təzyiq artanda dedim azalan tərəfə gedir. Onda 2-yə D variantı mən götürə bilərəm. İndi 3-ə baxaq. Deyir ki, dəyişməsin. Nə vaxt dəyişmirdi? Mollar bərabər olanda, bax 2 mol burada 2 mol. Deməli 3-ə A gedər. Bir də ki, Y-yə baxın, bərk getdi. Yerdə qaldı oksigen. Karbon 1 mol, 1 mol. Deməli, bir də Y gedər. 1BC, 2D, 3AY. Baxaq 82-yə. Temperatur artdıqda, bax. Deyir ki, burada sağa yönəlsin. Düz deyil. Temperatur artanda hansı qiymət alır? Müsbət ara gedir, mənfi. Sağa yönəltmək üçün deməli mənim sağımda mənfi 2 olmalıdır mütləq şəkildə. Deməli 1-ə gedəcək B. Hardadır? Bir dənə burada mənfi 2 var da. Deməli təzyiqə baxaq. Deyir təzyiqi bir dəqiqə bura silək.
Demək, təzyiqi artırsaq, azalan tərəfə gedir, düz deyil. Burada deyir sağ tərəfə yönəlsin. Yəni sağında daha doğrusu sağında mol azalmalıdır da. Harda azalıb molun? Bax məsələn C-yə bax, bura 4 moldur, burada 2 moldur sağda. Azalıb da, düzdür, 2-yə onda gedər C variantı. Əla. Başqa nə var burada? Bax, burada D-yə bax, 3 mol burdadır, 2 mol da burada. Azalıb da, düz deyil. Onda D variantında yaza bilərik. İndi 3-ə baxaq. Təzyiqin dəyişməsi tarazlığın yerləşməsi təsir etməsin. Yaxşı. Mollar bərabər olmalıdır onda, düz deyil. Dedik ki, mollar bərabər olanda təzyiq tarazlığa təsir etmir. Onda B-ni götürə bilərəm. Nə üçün? Çünki 2 mol, 2 mol. Deməli, B gedər. B gedər. Bir də var Y variantı. Bax, Y variantı karbon bərk haldadır. Bərki çıxsam 1 mol, bu da 1 mol. Bəli, burada təsir eləməz gözəl insanlar. 82 də olur onda. Üçüncüsünə Y variantı. Bu qədər əzizlərim. İnşallah ki, hər biriniz faydalanarsınız. Hər kəsən üzr istəyirəm ki, video biraz tez-tez yarıda kəsildi. O da yaddaş problemi olduğu üçün. İnşallah ki, videoya tam baxın. Nə probleminiz olsa şərh bölməsinə yazın, izahını verə bilərəm.